Salam məziz həmvətənlər, dəyərli dostlar, hörmətli xanımlar, bəylər, xoş gördünüz, axşamınız xeyir olsun. Biz canlı efirdəyik. Bugün əvvəlcədən elan etdiyimiz kimi, deməli, Ərəstun Oruçlu ilə 2013-cü ildə gedən proseslər ki var idi, Milli Şuranın yaradılması, sonra Milyarderlər İttifaqı və s. Bununla bağlı çox ciddi, bu günə qədər deyilməyən, yazılmayan məlumatlardan danışacağıq. Çox təəssüf ki, mən dünən ya sırağa gün yazmışdım bu barədə, daha doğrusu yazmamışdım. Ərəstun bəyin 2019-cu ildə səhv eləmirəmsə yazdığı bir məqaləni paylaşmışdım. O məqalədə kifayət qədər məlumat var, amma bu Ramiz Mehdiyevin həbsi ilə bağlı, sonra ondan sonraki bəzi həbslərlə bağlı 2013-cü ildəki hadisələr yenidən gündəmə gəlib. Biz bugün çalışacağıq ki, hörmətli Ərəstun bəylə bu məsələlər geniş müzakirə olunsun, deyilsin. İcazə verin, mən Ərəstun bəyə deyəsən, üzr istəyirəm, yaddan çıxıb link atmamışam. Ərəstun bəyi, vay öldürəcək və. Linki atın, ondan sonra biz başlayaq. Lütfən təcil bəyənin, paylaşın. Təbii ki, bugün çox vacib bir gündür. Zəng eləməyin, dostlar, zəng eləməyin, mən efirdəyəm. Dostlar, zəng eləməyin, mən efirdəyəm, xahiş edirəm, nəzərə alın, mən canlı efirdəyəm. Dostlar, o zaman 2000 Ərəstuna qoşulan qədər mən deyim ki, deyəsən, bir dəqiqə, baba. Deyəsən, problem var, eləmi? Bizim rejissorumuz deyir ki, düzəldin. Kamerana, yəni ki, düzəldi, düzdürmü, baba? Deməli, o vaxtı 2013-cü ildə mən həbs olmamışdan qabaq bu Milli Şura, o vaxt mən bilmirdim, Milyarder İttifaqı var, yoxdur, necə olacaq. Mən Milli Şuranın yaradılması istiqamətində danışıqlar apardım və növbəti görüşlərin biri Eldar Namazovla Köçəri və mənim aramda oldu. Buradan Köçəri bəy, buradan salamlayıram. Köçəri bəy Xalq Hərəkatının fəal iştirakçılarından olub, çox böyük əziyyətlər çəkib. Yasamal rayon polis tərəfindən qanunsuz həbslərə məruz qalmışdı. Deməli, bilməm, yadında deyil, hansı restoranda görüşdük. Mən öz fikirlərimi izah elədim. Və onlarla söhbət zamanı mən başa düşdüm ki, bunlar nəsə başqa bir oyun qururlar. Başqa bir oyun qururlar. Kimisə burada lider eləmək istəyirlər, amma Eldar Namazov demədi. Ondan sonra mən gəldim şəxsən Əli Kərimli ilə o zaman danışdım və ona bir şey izah elədim ki, bunlar səni, mən o vaxtda açıq deyim, Əli Kərimli inanırdım. Allah'ım şahiddir ki, mən həqiqətən inanırdım ki, bu güya müxalifətçidir, güya müstəqil nə bilim iş aparır. Amma buna izah elədim ki, əli, bunlar çalışırlar ki, səni qaçsınlar müəyyən bir qrupun içərisində, orada səs verməklə sənin namizədliyinə mane olsunlar, qətiyyən belə şeyə imkan vermək olmaz, çalışmaq lazımdır ki, Vahid Namizəd kimi 2013'də olur bu. Cəbhəçilər yaxın əyləşin, tanıyacaqsınız, özünüzü tanıyın əvvəl, sonra məni tanıyacaqsınız, tanısmayın. Mən bu şeyləri deyəndən sonra və bu barədə də səhv edib gördünüz, mən bunu sonra bildim, bu Eldar Namazovun yanında dedim. Öz fikirlərimi dedim mən ki, bu Vahid Namizəd olmalıdır. Əli Kərimli, nə bilim, nə, belə izah elədim, əsaslandırdım fikirlərimi. Köçəri bəy də orada sakitə qulaq asırdı. Köçərini mən namuslu vicdan adam kimi tanıyıram. Orada Köçəri Nağıyev, soyadı belədir, səhv eləmirəmsə, Köçəri Nağıyev, səhv etsəm üzr istəyirəm. Köçəri bəy elə bir ciddi müdaxilə eləmirdi söhbətə. Söhbət məndən Eldar Namazovun arasında gedirdi. O söhbətdən qısa müddət sonra dostlar mənə həbs elədilər. O söhbətdən sonra başladılar mənim istinaqaz ağrıma ki, sən nə bilim, nə vaxtsa qəza törətmirsən, maşına vurub adam sındırırsan, neynəmirsən. Halbuki nəzarət kameralarının altında olmuşdu hadisə. O yol nəzarət kameraları var, hər 500 metrdən 1 kilometrdən qoyublar, hər yer şəhərdə, hər yer kameradır. Düz kameranın altında olub hadisə. Dedim, çətin şey deyil ki, açın kameranı baxın. Yox, kamera nə bilim, silinib nədir. Çox belə qəribədir, nə hikmətdirsə, bu şeylər
kameralar bu müxalifətə gələndə işləmir və yaxud da müxalifətə xeyrinə olanda işləmir, ziyanlı olanda dərhal işləyir. Niyə belədir bilmirəm. Hər halda niyəsini tezliklə hamı biləcək, xalq biləcək. Dostlar, o zaman məni həbs elədilər. Mən həbs eləyəndən sonra içəridə mən olanda gördüm çox qəribə proseslər gedir. İbrahim Rüstəm İbrahim Bey bu adam çıxdı otağa, gətdi bunu Rusiyadan, bir də o tərəfdən nə bilim milyarderlər ittifaqı yarandı, neynədi. Mən düzü içəridə informasiya almaq imkanım olduqca məhdud idi deyə, o məhdudluqdan dolayı mən nə baş verdiyini düzgün qiymətləndirə bilmirdim həbsxanada. Çünki mən 2013-cü ildə həbs olundum, səhv eləmirəm, iyun ayının 4-ü, 6-sı idi. Ta 2014-ün dekabrına qədər həbsdə qaldım. Mən atı çıxanda problemlər həll olmuşdu. Və mən dostlar, çıxanda o zaman bir məqalə yazdım. Bilmirəm, içəridə yazdım, göndərdim, yoxsa azadlığa çıxandan sonra yazdım və mən İsa Qəmbəri də, Əli Kərimli ittiham etməyə başladım o zaman. İttiham etdim, konkret. Və ittihamın mahiyyəti nə idi? Mən xahiş edirəm, hamı diqqətlə qulaq assın. Dostlar, efirdə bir problem yoxdur ki, 800 artıq 81 nəfər biz YouTube-da izləyir. 239 nəfər TikTokda eşq olsun. Mən hər birini salamlayıram. Bugün yaddan çıxmasın 3 dekabr 2024-cü 25-ci ildir. Mən gözdən əlil olan qardaşlarım üçün onların xahişi ilə həmişə bu tarixi səsləndirirəm. Bir gözdən əlil qardaşım dedi ki, Qurban bəy, nəzərə ki, əllər cəmiyyətində də səni sevənlər var, səni izləyənlər var. Lütfən çalış həmişə səsli olaraq tarixdir ki, biz izləyəndə ardızız bilək ki, bu verişi izləmişik yoxsa yox. 3 dekabr 2025-ci ildir bugün. Salamlayıram bütün gözdən əlil qardaşlarımı, samı bağırma basıram, var olun. Siz gözdən müəyyən nə bilim problemlər yaşasaz da böyük qəlbiniz var, böyük ürəyiniz var. Allah qorusun namınızı. 3 dekabr 2025-ci gözəl bir gündür dostlar. Təbii bugün münasibəti ilə hamınızı təbrik edirəm. Bir gün gələcək deyəcəm, yəqin ki, sabah tazalı deyərəm ki, deyə təbrik edirəm. Biləcəksiniz nə var, nə yox. Deməli, mən o zaman İsa Qəmbərə və Əli Kərimliyə bir sual ünvanladım. İttiham elədim hər ikisini. İstəyirəm bu günləri o fikirlərimi sizdən bölüşəm. Düzdür, vaxtım olmadı o məqaləni tapam, təzdən dərc edəm, nə edəm. İndi mən burada Hürriyyətin jurnalistlərindən xahiş edirəm, arxivlərə baxa bilərlər. Mənim o vaxt yazılarım var. Hətta ola bilsin Facebook səhifələrimdə də var. Baxdarsınız, tapa bilərsiniz o yazıları. O zaman mən belə bir sual verdim İsa Qəmbərə və Əli Kərimliyə. Cənablar, əgər siz namizədliyinizdən imtina edirsinizsə, nəyə görə bunu siz bir-birinizə yox, üçüncü bir şəxsə güzəşt elədiniz? Dostlar, mənim verdiyim bu sual, qoyduğum bu problem sizcə əsaslıdır yoxsa yox? Xahiş edirəm, həyə yox yazın, amma düşünün sonra cavab verin. Tələsi yox. Və Qurban bunu deyə, mən Qurban inanıram deyə, yox, xahiş edirəm. Bu sualım mən belə idi. Əli Kərimli, demişəm, görüşdə demişəm. Mən çıxandan sonra dəfələr üzbəyiz, İsa Qəmbərlə yox, Əli Kərimli mən dəfələrlə bunu müzakirə etmişəm ki, sən ki bunu güzəşt edirsən, imtina edirsən namizədliyindən. Niyə sən İsa Qəmbərə bunu güzəşt eləmirsən? Dirəşirsən, yox, olmaz. Üçüncü bir adam kim? Ki, Rüstəm İbrahimbəyov böyük bir sənətkar ola bilər, böyük bir rejissor, böyük bir aktör ola bilər. Siyasət başqa şeydir. Rüstəm İbrahimbəyov o Reagan deyildi ki, aktör ola, gələ Amerika kimi bir ölkəni idarə edə. Reagan artist olmamışdan qabaq siyasətçi olub, milyarder olub, pul qazanmağın yolunu bilib. Rüstəm İbrahimbəyov kimdir? Gözəl bir sənətkar, rejissor və astronom. Allah rəhmət eləsin, dünyasını dəyişibdir. Siz hansı ağılla deməli, sən İsa Qəmbərə doğrudan da özünə bir tərəfdaş bilirsənsə, onunla getmirsən bir yerdə bir baxın, bu dəhşətli şeydir, bu siyasəti görünməyən bir şey, bu siyasi əxlaqsızlıqdır, bu siyasi naşırlıqdır, bu tərbiyəsizlikdir bu. 2 nəfər, baxın, güya ittifaqdadırlar, Milli Şura yaradıblar. Baxın, bu hansı sağlam məntiqə sığır? İsa Qəmbərlə Əli Kərimli və başqaları gəliblər bir təşkilatda birləşiblər, Milli Şurada. Onlar burada bir-biridə güzəşt eləməyə əvəzinə ikisi də güzəşt edirlər Moskvadan gələn bir adamı. Belə bir şey sizcə ağla batandır mı?
İndi mən sual verirəm. O vaxt verdiyim sualı bugün təkrar eləyirəm. Əli Kərimli. İçəridə də olsan indi yaxşı vaxtın olacaq. Mənim bu suallarım haqqında düşün yaxşı-yaxşı. Sən o zaman niyə İsa Qəmbəri yox, Rüstəm İbrahimbəyə güzəşdirdin? Niyə? İsa Qəmbər, bəs sən? Sən niyə? Dostlar da çox adam bilmir. Onu bilərsiniz. Mən istəyirəm onu Azərbaycan xalqı bilsin. Deməli, Rüstəm İbrahimbəyovun təklifini verən də müdafiə edən İsa Qəmbərdir. İndi elə danışırlar ki, güya sən də müsabatın bu vaxt etirazı olub, bunun xəbəri olmayıb. Əgər mən səhv deyirəmsə, çıxıb təklif edə bilərlər. Bəlkə məndə olan informasiya yanlışdır. İndidən deyim, onu bilər. Ancaq mənə şəxsən məlumat veriblər ki, mən bu içəridə olmuşam, həbsxanada onda mən. Şəxsən mən azadda olsaydım, mən milli şurada olsaydım, dünyasında imkan verməzdim ki, elə bir şey olsun. Çünki bu ağlamatan bir şey deyil. Bəlkə də sonra da mənə dostlar dedi ki, qurban, sən deyirsən bəzi şeyləri vaxtını izləyə bilməmsən, ya fikir vermirsən bəzi şeylərə. Bunlar səni məhz o prosesə mane olmamağı üçün tutdular. Ki sən orada olsa imkan verməyəcəksən. Çünki mən tələb edirdim ki, müxalifət birləşsin və hamı güzəştləsin bu dəfə Əli Kərimliyə. Özdə açıq demişdim ki, İsa Qəmbərdən. Görüşmüşəm, hamı da demişəm özdə. Ki, İsa Qəmbər, bax, 2003-cü ildə hamı sənə güzəştlədi. Şəxsən mən getdim, Ehtiram Məmmədovun Əli Kərimliyə. İkisini mən dəvət elədim, mən əsaslandırdım ki, siz İsa Qəmbəri güzəştləməlisiniz. Elədilər mi? Elədilər. Dedim, indi də Əli Kərimlinin reytingi səndən yüksəkdir, İsa Qəmbər. Sən ona güzəştləməlisin. Burada nə var ki? Məqsəd rejimi dəyişdirməkdir. Məqsəd İlham Əliyevə qalib gəlməkdir. Məqsəd sənin mənim vəzifəm deyil axı. Xalqdır, əsas maraq xalqdır. Bu imtləri yox. Olmaz da, danışarıq deyinləri. Mənə tutdurandan sonra İsa Qəmbər də güzəştlədi Əli Kərimli. İndi sual verirəm. İstəyirəm bu barədə siz danışasınız. Beyninizlə bir işləyəsiniz ki, doğrudan da belə bir şey siyasətdə nə demək? Bunun anlamı nədir? Birliyə gəlirlər, Milli Şura qoyurlar adını. Tarixi irsi, Milli Şura bilirsən nədir? Bizim tarixi irsimizdir. Məhəmməd Əmin Rəsulzadənin elan etdiyi Milli Şura. O adı da hörmətdən salıb zibilələdilər, İsa Qəmbərlə Əli Kərimli. İndi sual yaranır. Deyin görün, siz nəyə görə bir-birinizə yox, Rüstəm İbrahimbəyova güzəştələdiniz. Ümumiyyətlə, siyasətdə belə bir şey mümkündürmü? Ağlı batandırmı? Siyasəti bir davranı bilərmi? Mən öz əməkdaşlıq edədiyim siyasi partiyanın liderinə yox, başqa bir üçüncü şəxsə güzəşt eləyirəm. Ay zalim, ay alçağa tərbiyəsiz, sənə güzəşt eləməyə bacarırsansa, özünü internet edirsənsə, heç olmasa dostuna güzəşt elə də. İsa Qəmbərə güzəşt elə, ay Əli Kərimli, ay İsa, sən də Əli Kərimliyə güzəşt elə. Hə yox, ikiniz də bir-birinizə yola getmirsiniz. İçinizdəki o ego var, nədir, təkəbbür kin, bir-birinizə o qədər iyrənirsinizsə, heç olmazsa bu müxalifətdə olan başqa bir adama Mir Mahmud Mirəliyoğlu güzəşt eləyərdiniz. Onun ətrafında birləşərdiniz. Siz niyə getdiniz Moskvadan Rüstəm İbrahimbəyovu gətirdiniz? Bu suallara cavab verin, məli dostlar. İndi bu günləri Azərbaycan hakimiyyəti danışır da, yəni dövlət çevrişi, nə bilim, nədir o kişinin adı, Ramiz Mehdiyev, çevriş eləmək istəyib. Əvvəla deyim ki, bilirsiniz, 2013-cü ildə baş verən hadisələrə 12 ildən sonra qiymət vermək bir ölkənin prezidentinin və kəşfiyyat orqanlarının başlarının dana başlığından, axmaqlığından, işşəhliyindən xəbər verir. Sən necə ola bilərsən? 13 il bundan qabaq çevrişçi olub bu dəsə, cəhdi olubdur. Sən indi almısan. Sən nətər o ki, müxalifətini dərhal Qurban Məmmədov eləmədiyi əmələ görə sən ona cinayətçi qaldırırsan. Qurban Məmmədovun haqqında cinayətçi qaldırdın, ona məlumat vermirsən, materiallar tanış olmazsa Qurbana vermirsən, altından məhkəmə aparırsan, məni məhkəməyə buraxmırsan, ay kişilər. Dünya tarixində belə şey yoxdur. Mən bunlardan tələb edirəm ki, qardaş, mənim haqqımda iş aparırsınız, məni dəvət edin o məhkəməyə, məni dindirin. Adamlar, mənim elektron məhkəmə portalımdan Ağır Cinayətlər Məhkəməsi, bunu deyirəm, eşidin, ha. Bu dediyim var, bu səsin kəsəcək bizim ölçüdü, ayda qoyacaq ki, Qurban Məmmədovun məhkəmədə hüquqları pozulub. Bunu göndərəcəm mən Avropa məhkəməsində, sübut dövüşümü. Mənim elektron məhkəmə portalındakı şəxsi kabinetimdən haqqımda olan cinayətçi çıxarıblar. Mən izləyə bilmirəm. Mən izləyə bilmirəm ki, Ağır Cinayətlər Məhkəməsində mənim haqqımda hansı işlər aparılır ki, mən oraya yazam, vəsatət verəm, şikayət edəm, o başqa bir məsələdir. Amma sual başqadır.
Siz necə olur ki, mənim eləmədiyim cinayətə görə, Ərəstun Oruçlu eləmədiyi cinayətə görə onu ittiham qaldırırsınız? Hacı, Abid Qafurov biraz dəliqanlıdır, biraz çılğındır, yeri gələndə sözümə kobud deyil, amma çişli suya sal iç. Çişli suya sal, Abid Qafurov iç. Abid Qafurov əsəbləşə bilər, səni acılaya bilər, amma bir ləyaqatı var, adamın içində bir ədalət hissi var. Biraz sakitləşəndən sonra deyir ki, mən burada səhv elədim, bağışlayıyorum. Bir dəfə bir söz dedi, məndən danışdıq bir söz dedi, sonra zəng elədi ki, Qurban bəy, o qərarımı mən rədd edirəm, çünki əsəbi vəziyyətdə aldığın qərardır, qəbul eləsən yanlış qərar ola bilər. Dedim, tamam, rəvalsan, öpürəm səni. Siz Abid Qafurov haqqında sizə iş qaldırırsınız, ki, əslində həbs edirsiniz. İlham Aslanoğlu Azərbaycanda desələr ki, göydən mələk gəlib yırçır əsinə. Mən deyirəm ki, o İlham Aslanoğludur. Gedin onun qapısına. Gedin mələk əgər görmək istəyirsinizsə, İlham Aslanoğlu'nun qapısında durun, baş əyin. Siz İlham Aslanoğlu'nu eləmədiyi hərəkətə görə ki, Qurban danışanda İlhamda güldü. Və bununla da filankar təhqir elədi. İl yarım iş verdiniz. Danabaş eşşəklər. Və siz 2013-cü ildə cinayət baş veribdir. Dövlət çarşı, nə bilim, hazırlıq olub, cəhdi olub, nə olub? İndi ayrılmışsınız, indi bilirsiniz. Yox, bu qədər yalan möhtən olmaz, özünüzə gəlin. Bu qaydada iş getməz. Amma dostlar, o zaman baş verən siyasi hadisələr mən deyək ki, siyasi baxımdan yanaşıram. Bir siyasətçi kimi qiymət verirəm ki, bu gün ölkənin düşdüyü vəziyyət ki var, orada başlayan bir proseslərin nəticəsidir. Mən demirəm, iddia eləmirəm, elə bilmərəm ki, dövlət çevrilişi məqsədi ilə bir şeylər olub. İndi onu hörmətli Ərəstun bəy qoşulacaq. Dedi ki, bu günə qədər heç kəsin bilmədiyi və bu günə qədər aşmadığı müəyyən sirlər olaraqsa açmaq istəyir, xalqa demək istəyir. Gələr deyər, istəyə deyər. Amma mənim siyasətçi kimi bilmək istədiyim bir şey var ki, Səqənbər, sualı verirəm və bütün müsahibəçilərdən xahiş edirəm ki, yapışın yaxasından İsa'dan soruşun. 2013-cü ildə sən nəyə görə öz siyasi, belə deyək də, səndən bir yerdə uzun müddət mübarizə aparan, tez-tez bloklar yaradıb dağıtdığınız Əli Kərimliyə yox, Etibar Məmmədova yox, Sərdar Cəlalovuna yox, Mir Mahmud Miralıoğlu'na yox, getdin Rüstəm İbrahimbəyova güzəşti dədi. Və cəbhəsilərindən soruşuram. Bizim adamın yazığı gəlir, Əli Kərimli aparırlar, həbs edirlər. Həbs qətim kəndənsifəsilə məhkəmənin qabağında 15.000 nəfər var. Nə baş verir ki? Və siz deyiz bir böyük partiyayı, nə bilim, Azərbaycan. Necə o qurbanı söyəndə Gültəkinin, Əli Kərimin, Cəmirin başlığı altında ən azı 100 nəfər söyür. Amma lideri uzun müdafiəsində məhkəməsində 15 nəfər gedirsiniz. Bu nə siyasətdir belə? İndi mən Səqənbərdən soruşuram. Səqənbər, müsahibəçilə tapşın, mütləqa yapışın onun yaxasını soruşun. Ki, niyə güzəşt eləməmsən? Sən Əli Kərimliyə, Sərdar Cəlalovuna, Mir Mahmudova, kimə, Azərbaycanda yaşayan və can qoyan partiya sədrlərinə. Eləcə də cəbhəsilər. O həbsdə olan lideriniz var, ha? Ki, müdafiə eləmirsə indi, Əli Kərimli deyirlər. Onu bir də məktub yazın da, indi də soruşa bilmirik. Çünki adam özünü normal insan kimi aparmır ki, çıxasan, gəlir səndən üzbəyi sual verəsən. O sualı göndərin ona. İndi mənə yaqı eşitəcək həbsxanada. Əli Kərimli, sən güzəşt edə bilirdinsə nəyə görə? İstəqənbər, hə? Dediyim kimi, yeni sualdır. Mir Mahmud Miralıoğlu'na, Sərdar Cəlalovuna, nə bilim başqalarına. Yox, Moskvadan gətirilən bir adama, bir rejissora, siyasətdən uzaq bir adama, siyasətdən anlaşı olmayan bir adama güzəşt elədiniz. Ərəstun bəy qoşulub üzrə istəyirəm. Ərəstun bəy xoş gördünüz. Hər vaxtınız xeyir, Qurban bəy, Azərbaycan izləyicilərini salamlayıram. Hər kəsi verilişi bəyənməyə, kanala abunə olmağa və paylaşmağa dəvət edirəm. Bugün bizim çox maraqlı müzakirəmiz olacaqdır və inanıram ki, siz də məyus olmayacaqsınız ki, vaxtınızı hədər keçirirsiniz. Qurban bəy, siz orada Milli Şura adını əlavə eləmişsiniz. Mənim Milli Şura haqqında danışmaq fikrim yoxdur bugün, xüsusi. O mənim özümü adına siz verişim. Ben o barada danışdım artıq. Tamam, laf yaxşı. Birinci ona görə ki, mən istəmirəm burada kimsə
iddia eləsin ki, az qala biz yıxılana balta çalırıq. Siz mənim bu günlərdə bir ətraflı yazımı paylaşmışdınız və sonra da mən sizə dedim ki, nahaq indi paylaşmışsınız. Dediniz silin, dedim xeyr, lazım deyil. Çünki o sizə etimadı Bəli. azalda Aramızda bir bilər. söhbət oldu. Bəli. Bu yazı 19-cu ildə yazılıb, dəyərli izləyicilər. İmkanınız olsa oxuyun, Qurban bəyin profilində paylaşılıb. Və həmin yazıda mən bax, bütün o 13-cü ildə gedən proseslərə aydınlıq gətirmişəm. Ona görə bugün Milli Şura haqqında danışmaq istəmirəm. O barədə heç bir sözüm yoxdur. Orada hər şey yazılıb. Kim istəsə oxuya bilər. Hətta o yazı bir sıra dövlət kanalları tərəfindən plagiat da olunub mənə dedilər. Cümlələri belə dəyişmədən tezislərdən istifadə ediblər. Təbii mənim adımı çəkə bilməzlər. Birisinin indi Azərbaycanda cinayət törətmiş şəxsən. Mənə cinayət işi açılıbdır. Sağ olsunlar. Cinayət işi açılmasına mənim etirazım yoxdur. Siyasətə gedən insan hər şeyə hazır olmalıdır və mən də hazıram. Amma, və bu mənə birinci təpki deyil, bunu mən illər boyu yaşamışam, uzun illər boyu, özümə qarşı olanların hamısını bağışlayıram, keçirəm üzərindən. Amma bu təpkilər üzündən, bu təhdidlər üzündən, bu məhdudiyyətlər üzündən, ölkəyə giriş-çıxış məhdudiyyətləri, nə bilim, sənədlərin deaktiv olunması, bax, bütün bu şeylərə görə mənim çox yaxın, çox əziz, mənə çox doğma olan insanlar əziyyət çəkiblər və bugün də əziyyət çəkməkdədirlər. Bax, bunu mən bağışlar biləcəm. Niyə görə? Ona görə ki, mən bu cinayət işi açarına, bütün bu maneələri yaradanların bir nəfərini də ən azı, ən yüngül belə deyək, təhqir eləyib, onlara ailə üzvləri, doğmaları, onlara əziz insanlar qarşısında pis vəziyyətə qoymamışam. Siz məni qoymuşsunuz, mən sizin oyun qaydalarını qəbul etdim. O insanların başına gələnlərə görə, yaşadıqlarına görə, mənim ucbatımdan mən bunun 5 qatını çıxacaq. Bunu belə buradan söz verirəm, heç kimin də buna şübhəsi olmasın. İkinci, Qurban bəy, bilirsiniz, bu barədə olduqca çox Sevindik Məmmədov yazıb, hörmətli Sevindik bəy. Buradan onu salamlayıram, bilirəm daimi izləyəcəyinizdir. Çox vicdanlı bir insandır, qazidir, əxlaqlı bir insandır. Bir Azad Mətbuat saxta profili var. Mən bilirəm o profili kim idarə edir, o da həmin quruma aidiyyəti olur. Gültəkin, mənə yazmışdı yoldaşlar, Gültəkin Hacıbəyliyindir. Dostlar, nəsə problem yarandı deyəsən, Ərəstun bəyin internetində. Gültəkin Hacıbəyliyindir. Gültəkin Hacıbəyli belədir də, bunlar belədir. Psevdo adlarla danışırlar, yazırlar. Utanmaz. Abır yox, həyə yox. Hamısını eləyən. Çox qəribədir, əlaqə kəsildi, bilmirəm nədən olsun, eybi yoxdur, bu texniki məsələlərdir, üzr istəyirəm hər kəsdən. Mən az çəkməyəcəm, amma onun yazan, o səhifəni idarə eləyən, mənim haqqında olmazın böhtanlar, qarayaxmalar yazan adamın haqqında da, mən belə şeylərə bir Qurban bəy, heç vaxt reaksiya verməmişəm. Çünki siyasəti şəxsiləşdirmək, kiçilməkdir. O zaman keçirsən artıq şəxsi müstəviyə, sən artıq siyasətçi olmursan. Amma orada bir möhtəşəm cümlə var. Adam yazır ki, mən iqtibas edirəm, ona görə bütün izləyicilərdən üzr istəyirəm. Yazır ki, oğurluqla fahişəliyin ömrü 40 gün çəkər. İndi həmin o saytın, o saxta profili idarə eləyənə deyirəm, sizin 40 gün bitmək üzrədir. Ərəstun Orucudan cavab zərbəsini gözləyin. Və sizə söz verirəm ki, bu sizi bitirəcək. Qurban bəy, onu orada mənə qarayaxma, böhtan yazan adam haqqında qısaca bir arayış verəcəm. Bu adam bir vaxtlar ortalıqda qalanda dəfələrlə gəlib məndən məsləhət alıb, mənə müraciət edib və xeyli sirlər açıbdır. İndi bunu qorxudan eləyir ki, birdən mən durub onu danışaram, birdən onu yayaram. Yox, Ərəstun Oruclu sizin 40 günlük əməlinizin ömrünü yaşayan adam deyil. Mən iki adamın arasında olmuş söhbəti
onun razılığı olmadan tarix boyu açmaram. Açmamışam da. Bugün də bəzi məqamlar var ki, mən izləyicilərə əvvəlcədən demək istəyirəm. Birdən deyirlər, məsələn, deyirsən bir diplomatla görüşdüm, belə bir söhbət oldu. Hamı sual verir, kim? Dostlar, siyasətin qaydaları var. İki insan arasında olan söhbət ictimailəşməli deyilsə, heç bir zaman mənbənin adını çəkmək olmaz, onun razılığı olmadan. Üzr istəyirəm, Ərəstum icazə verirsəz, sizin bu fikrə bir şeydir, mən əlavə eləyərdim. Bu çox vacibdir. Mən hüquqşünas kimi istəyirəm, bu da bunu deyim, dostlar. Demək, hüquqda belə bir prinsip var. Onu Ərəstum bəy şəxslər arası münasibətlərə şamil eləyir. Prinsip elədir. Sübut edə bilməyəcəyin dəlil gətirmə. Əgər Tamamilə doğru. misal üçün iki adam arasında danışıq varsa, əgər adamın razılığı yoxdursa ki, sən aç, mən təsdiqləyəcəyəm, onu sən açsan özü ziyan olacaq. Desən, mən danışmaq, yalan deyirsən. Hətta səhvsədə belə, yaysan deyəcək, xeyr, o saxtadır, uydurmadır, mən deməmişim, məsələn. Sən şübhatan düşəcəksən. Prinsip yadda qalsın. Sübut edə bilməyəcəyin dəlilə istinad etməz yanına olar. Buyurun, davam edin Ərəstum bəy. Təşəkkür edirəm Qurban bəy. Bir daha izləyicilərə təşəkkür edirəm bizi izlədikləri üçün və xahiş edirəm. Xahiş edirəm paylaşın dostlar. Çünki Azərbaycan üçün bugün strateji məsələlərə toxunacağım. O milli şura filanlar xırda məsələlərdir. Bir də bir şey deyim, siyasətdə elə şeylər var ki, onları ani açıqlamaq lazımdır. Çünki onların açılmasa nəticəsi, açıqlanmasa nəticəsi ağır ola bilər. Elə şeylər var ki, onların açıqlanması üçün zaman lazımdır. Amma elə şeylər var ki, onları heç zaman açıqlamaq olmaz. Mən həyatım boyu, fəaliyyətim boyu 2 fəaliyyətdə olan prezident, 3 fəaliyyətdə olan prezident və 4 eks-prezidentlə fərdi söhbətlərdə olmuşam. Onlarla səfirlə, onlarla müxtəlif ölkələrin diplomatları və onlarla müxtəlif ölkələrin millət vəkilləri ilə, siyasətçiləri ilə söhbətlərdə olmuşam. Və çox şeyləri eşitmişəm. Amma o insanlar ünsiyyətdə olublar ona görə ki, onlarda bir etimad olubdur, onlarda bir güvən olubdur ki, bu adam ağzına gələni danışmayacaqdır. İndi icazənizlə ümid edirəm, aydınlıq gətirdim bu məqama ki, burada çalışacağım maksimal dərəcədə elə çıxış edeyim ki, bax, o suallar meydana çıxmasın. Amma dediyim kimi, bəzi adları çəkə bilməyəcəyim, üzürlü sayın. Faktları sadalayacağım, bu kifayət edəcəkdir. 2013-cü il nə idi? Bu ildə baş verənlər nə idi? 2013-cü il Azərbaycan dövlətinə və dövlətçiliyinə qəsd ili idi. Biz Azərbaycan dövləti olaraq ən böyük itkilərə məhz 2013-cü ildə baş verən hadisələrin sayəsində yol vermişik. Xoşbəxtlikdən insan itkiləri olmayıb Qarabağdakı kimi. Biz Qarabağda 2 müharibə dövründə 25-30 min arası insan itirmişik. Allah hamısına rəhmət eləsin. Amma 2013-cü ildə baş verən hadisələr fonunda biz Qarabağdan 5 dəfə artıq, az qala 5 dəfə artıq, lap dəqiqlik üçün deyək, 4 dəfə artıq ərazi itirmişik. Harda? Xəzərdə. Təəccübləndiniz? Təəccüblənməyin. İndi mən sizə detallı şəkildə hamısını izah edəcəm. 2013-cü ildə birdən Rüstəm İbrahimbəyov qeyd oldu. Və yeri gəlmişkən, Milli Şura haqqında danışmamağımın bir səbəbi də odur ki, ora gedib boşananlar arasında prosesin pərdə arxasını görə bilməyən, sadəcə demokratiya uğrunda mübarizəni öz hədəfi seçən insanlar var idi və belə insanlar da çox idi. Vicdanlı insanlar. Amma orada başqaları da var idi. Özümüzü aldatmayaq. Siz Qurban bəy sual verdiniz ki, niyə bir-birinizi etibar eləmirsiniz? Gedib Rüstəm İbrahimbəyov etibar edirsiniz. Azərbaycanda elə bir insan yox idi ki, ən azı ictimai-siyasi həyatda, ictimai-siyasi sektorda
Rüstəm İbrahimbəyovun kim olduğunu, hara bağlı olduğunu bilməsin. Suala siz də bir münasibət bildirsəz yaxşı olar ki, siyasətdə bu nədir, bu belə şey mümkündürmü ki, əməkdaşlıq edən partiyalar bir-birinə yox, tanınmayan, siyasətdən uzaq bir üçüncü şəxsə şeylər. Rüstəm İbrahimbəyov rejissor kimi tanınır, amma adam siyasətçi deyil axı. Sən bunu necə güzəşt edə bilərsən? Belə bir şey mümkündürmü siyasi baxımdan? Xeyr, o mümkün deyil. Mən sualı başqa cür qoyardım. Necə olur ki, demokratik dəyərləri əldə bayraq eləyib, Qərb demokratiyası modelini Azərbaycanda tətbiq etmək istəyən partiyalar, insanlar gedir Rusiyanın emislarına qoşulur. Bilərək ki, bu adam Milyarderlər İttifaqının 3 həmtəsisçisindən biridir. Xatırladıram. Bunların arasında, o 3 həmtəsisçilərin arasında biri Rüstəm İbrahimbəyov idi, biri Söyün Sadıqov idi, bilirsiniz orada biri var idi. Deyirlər, aynən o FSB generalıdır. Adam nə Azərbaycan, nə Rus dilində danışa, səlis danışa, yaza bilmirdi. O qədər savadsız idi. Onun heç FSB-nin qapısına süpürgəsi də qoymazlar. Adi bir, nə bilim, kiminsə əlaltısı idi də. Təbii ki, FSB-nin orada rolu var idi. Heç kim onu dana bilməz. Rüstəm İbrahimbəyov, Çingiz Abdullayev, Vaqif Hüseynov, keçmiş KQB sədri və bir neçə bu qəbildən olan şəxslər 60-cı illərdə Azərbaycanın qızıl gəncliyi, Sovet rejimi tərəfindən yaradılmış qızıl gəncliyi sayılıblar. Amma bu adamların heç biri, heç bir zaman nə ruhən, nə qəlbən, nə şuurunda, nə təfəkküründə, nə mental dəyərlərində Azərbaycan xalqının tərkib hissəsi olmayıblar. Bunlar hamısı imperiya xidmətində olmuş şəxslər olub. Moskvanın xidmətində. Bunu Azərbaycanda bilməyən var idimi ki? Yox idi əlbəttə. Bilmək istəməyənlər var idi. Bu başqa söhbətdir. Deməli, Qurban bəy, dəyərli izləyicilər, belə bir hadisə baş verdi. Məni bir nəfər səfir müavini görüşə dəvət elədi. Nahara dəvət elədi. Bu 2013-cü ildən gedir söhbət. Nəsə danışdıq. Bir restoranda görüşdük. Bu da nə ilə bağlı idi? Həmin ölkə, Şərqi Avropa ölkələrindən biri, təbii adını çəkməyəcəm. Əhəmiyyəti də yoxdur. Fərqi yoxdur hansı ölkə. O zaman Azərbaycanda NATO-nu təmsil edirdi və mən də Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri idim. Bizim birgə NATO tədbirlərimiz keçirilirdi. Azərbaycan-NATO münasibətlərinə dair. Bir neçə dəfə belə tədbirlər olub. Orada mən məruzəçi olmuşam, hansı ölkələrin səfirləri, nümayəndələri və belə tədbirlər seriyası idi. Və həmin dövrdə artıq bax bu Milli Şura söhbəti hələ təzə-təzə gündəmə gəlirdi. Amma Milyarderlər İttifaqı artıq təsis olunmuşdu. Mən getdim həmin səfir müavini ilə görüşdə. Bizim söhbətimiz oldu. Aradan bir müddət keçmiş. Mənə dövlət məmurlarından biri, amma tanıdığı, əvvəllər bir yerdə işlədiyim şəxs gəldi, görüşdü məndən, dedi ki, sən bilirsən, həmin ölkənin, yəni hansının ki, səfirinin müavini ilə görüşmüşdüm. Eldar Mahmudov sənin haqqında İlham Əliyevə arayış təqdim edib ki, sən bu ölkənin kəşfiyyatına işləyirsən. Mənə düzü gülmək tutdu. Əhəmiyyət vermədim. Onun səhərisi günü mən bir tədbirə getmişdim. Haradakı diplomatlar var idi. Həm də Qərbi Avropa ölkələrindən birinin səfiri yaxınlaşdı mənə, gülə-gülə dedi ki, və sizin xəbəriniz var, sizin haqqınızda prezidentə məlumat təqdim ediblər ki, güya siz bu ölkənin en ölkə deyək də ona kəşfiyyatına işləyirsiniz və belə sizə böhtan atıb. Mən güldüm, dedim, cənab səfir, mən çox üzr istəyirəm, heç bir ölkəni aşağılamaq istəmirəm. Amma mən bunu artıq böhtan yox, təhqir kimi qəbul edirəm. Casusluq eləyirəm, Amerikaya casusluq eləyərəm, Britaniya eləyərəm, Almaniya, ya uzaqbaşı Fransaya, cəhənnəm, nə bilim də,
İsrailə, da bunlara da yoxdur. Elə ona casusluq eləyincə Eldar Mahmudov üstümə həftə 8 mən 9 minnətçi göndərir, elə ona casusluq eləyərəm. Heç casusluq da eləmərəm. Şərt qoyaram ki, bu qədər pulumu ver, susum, əl çəkim səndən. Bu da güldü, dedi ki, mən sizi başa düşürəm, təbii ki, çox diplomatik tərzdə. Aradan bir gün keçmişdi, mən özüm o adamı zəng elədim, çağırdım. Dedim, gəl sözüm var sənə. Gəldi, dedi, nədir? Dedim, bilirsən, niyə Eldar Mahmudov mənim haqqımda o arayışı təqdim edibdi? Etiraf edirəm, birinci görüşdə mən onu başa düşməmişdim. Anlamamışdım ki, söhbət nədən gedir. Mən elə bildim, Eldar Mahmudov çox cəhd edir ki, mən tutsun, nə bilim də, hər dəfə gelirdi, amma razılıq alınmalıydı yuxarıdan. Ümid edirəm, heç kim şübhə eləmir ki, bugün mənə cinayət işini Kamran Əliyev qaldırmayıb. Kamran Əliyev yazıq kimdir ki, onun nə səlahiyyəti var. Birbaşa İlham Əliyevin tapşırığıyla. Üzr istəyirəm, fikriniz yaddan çıxartmayın, Ərəstun bəy. Eldarın sizə qarşı bu mövqeyinin səbəbi nə idi ki? Qurban bəy, deməli, mən 93-cü ilin iyun hadisələri dövründə özümcə istəmədən hadisələrin mərkəzinə düşdüm. Elə hadisələrin şahidi və iştirakçısı oldum ki, o mənim nə tutduğum vəzifəyə, nə rangıma, nə təcrübəmə uyğun deyildi. Və həmin dövrdə də bilirsiniz, Əbülfəz Elçibəy Bakını tərk edib gedəndən sonra nazir müavini səlahiyyətləri Namiq Abbasova verilmişdi. Və həmin dövrdə mənim onunla çox ünsiyyətim oldu və bir dəfə də artıq mən işdən çıxarılandan sonra artıq Almaniyanın Naumann fondunda çalışırdım. Bizim nümayəndə heyəti qonaqlar gəlmişdi Almaniyadan. Onlar Türkmənistana getməli idilər. Nəysə orada sənədlərlə bağlı problem çıxmışdı. Mən bir nəfərdən xahiş elədim ki, Namiq Abbasova deyin ki, bizə köməklik eləsin. Və o bərəni saxlatdırmışdı, təsəvvür eləyin. Yəni o həmişə, indi bilirəm, sizin haqqınızda böhtan danışıbdı o öz yerində. Amma adam həmişə mənim yolumu gözləyib, hörmətimi saxlayıb və bugün də mən deyirəm, Allah rəhmət eləsin. O vəzifədən çıxarılanda və yerinə kartof satandan pul yığan Eldar Mahmudov təyin olunanda mən Namiq Abbasovun nömrəsini tapdım. Məndə o nömrə olmayıb heç zaman. Zəng elədim. Dedim ki, bəs mən çox təəssüf edirəm ki, sizi kənarlaşdırıblar. Mən sizdən ağır günlərdə işləmişəm. Bilirəm ki, dövlətin o zaman xilas olmasında sizin necə rolunuz olub. Mən istədim sizə mənəvi dəstək verim. Bunu mən özümə borc saydım. O da dedi ki, Ərəstun, mən başa düşürəm, bu boyda mən nazir işlərim. Sən bir dəfə mənə axtarıb bir xahiş eləmədin. İndi zəng eləyirsən, amma mən bunu çox yüksək qiymətləndirirəm. Belə bir adi söhbət oldu, formal söhbət. Formal deyil. Namiqi nə uzaqlaşdırdılar aslında yeri gəlmişkən? Ona görə ki, İlham Əliyev orada öz adamının olmasını istəyirdi və onun adamı da Eldar Mahmudov idi. İlham Əliyevlə Eldar Mahmudov hələ Moskvada bir yerdə olublar. Namiq onun dədəsinin sadı köpəyidir. Namiqdən bəyəm nəsə belə deyək şübhələnmişdi ya bir etimadsız hərəkət görmüş, nə eləmişdi ki onu uzaqlaşdırdı? İndi oralarını mən deyə bilmərəm açığı, yəni o daxili məsələlərdir. Amma mən bilirəm ki, Eldar Mahmudovu İlham Əliyev məhz dəyənək kimi gətirmişdi o vəzifəyə. Namiq Abbasov kadr işçisi idi. Elə şeylər var idi ki, ona gedə bilməzdi, getməzdi. Tanıyıram mən bu adamı, işləmişəm ondan. Nəysə, təsəvvür eləyin Qurban bəy. Bundan sonra bu deyir ki, telefon dinlənilir təbii, mən uşaq deyiləm ki. Deyir ki, bu kimdir? Deyir, bizim keçmiş əməkdaşdır. Deyir, başa düşmür ki, telefon dinlənilir. Ona deyirlər ki, yox, ağlı başında adamdır, o çox yaxşı bilir. Deyir, demək bilərəkdən eləyir. Bunun özündən müştəbehliyi, görürsünüzmü, bunun xətrinə dəyirdi. Ki, mən bundan çəkinməmişəm. Başladılar məni izləməyə, onu da hər tərəfli. O da elə kobud hərəkətlər elədilər ki, açıldı. Mənə çatanda Qurban bəy, mən də başladım bunun haqqında kompromat yığmağa. Və bu çevrildi ki, tədricən müharibəyə. O zaman mətbuatda çıxışlarım olubdu. Eldar Mahmudovun bandası ifadələrini dəfələrlə işlətmişəm. Cinayətkar qrup ifadələrini işlətmişəm. Amma bugün deyəcəyim dövlətə xəyanətdir. Eldar Mahmudov onsuz da dövlətə xəyanət eləyibdi.
və bu gün deyəcəklərim dövlətə xəyanətdir. Deməli, həmin adamı tapdım, dedim gəl bura sənin sözün var. Axı mən bilirəm, prezidentə, Milli Təhlükəsizlik Nazirinin prezidentə yazdığı arayış tam məxfi qriflə gedir və bir nəfər orta rangda məmur gəlib mənə bunu deyirsə, deməli ona bu məlumatı sızdırıblar. Məqsədli şəkildə. Ki, get, öyrən görək. Bu nədir? Yəni, orada nə söhbət olur? Çünki Eldar Mahmudov o söhbətin, o səfir müavinlə mənim aramda olan söhbətin kontekstini təbii ki, məruzə eləməyibdir. Məzmunu çatdırmayıbdır. Bax, budur dövlətə xəyanət. Orada nə söhbət olmuşdu, indi sizə deyim. Həmin səfir müavini məndən soruşdu ki, Eldar Həsənov kimdir? Dedim, necə yəni kimdir? Azərbaycanın Serbiyada səfiri. Dedi, yox, əvvəl Serbiyada olub, indi Rumuniyada səfirdir. Dedim, ha, ola bilər. Dedi, o kimin adamıdır? Dedim, qəribə sual verirsiniz. Siz kimin adamısınız? Öz dövlətinizin. O da onun kimi səfirdir, Azərbaycan dövlətinin səfiri. Dedi, bəs onda niyə milyarderlər ittifaqının görüşünü təşkil edir? Yaxşı sual, elə deyilmi? Eldar Mahmudov məhz bu məlumatı gizlətmək üçün nə etmişdi? Gedib mənim haqqımda bu barədə, bu öncədən nüfuzdan salıcı məlumat vermişdi ki, birdən mən bu məlumatı ötürərəm hakimiyyətə, məsələnin üstü açılar. Baxın, nədir? Mən çağırdım adamı, dedim, belə bir söhbət olubdur. Mən bilirəm səni mənim üstümə nəyə göndərmə, geç çatdır. O da güldü, dedi, bilirlər onu. Dedim, təbii biləcəklər. Milyarder ittifaqında kim var idi? Həmin dövrdə rəsmi olaraq İlham Əliyevin qudası olan Araz Ağalarov da var idi orada. Və Moskva da bilərəkdən Araz Ağalarovu orada daxil eləmişdi. Çünki bütün bu milyarderlər ittifaqı filan bunların hamısının yaranması təzyiq idi Azərbaycan dövlətinə. İndi, baxın, 13-cü ildə Azərbaycanda mikrofonumuz bağlıdır. Üzr istəyirəm, burada bir sual çıxır. Bəli. Xalqımız bu şeyləri aydın düzgün qiymətləndirsin. Araz Ağalarov qudası idi. Bəli. Həm də Moskvaya çox yaxın adamdır, Kremlə. Moskvaya yaxın adamdır və Moskva da bu qudanın əli ilə İlhamı sıxır. Yəni, Azərbaycanda bütün kişilər bir qəşədadır və milli mentalitetimiz var. Şəxsən siz də, mən də, doğma qardaşım olsa belə, övladım olsa belə, gedib düşmənlə əlaqə girməni sıxsa, mən ilk fürsətdə o maşını kəsəcəyəm. Mütləq. Onu mən zərərsləşdirəcəyəm. Mütləq fiziki baxımdan yoxa çıxadacağım onu. Bu günləri İlham Əliyev Araz Ağalarovun oğlunu çəkib yanına Bakıya, Bakını verib olaraq. Qurban bəy, mən güman edirəm, bu bir anlaşılmış oyun olubdur. Moskva bilərəkdən Araz Ağalarovu ora daxil eləyibdir. İstəyibdir ki, İlham Əliyevə mesajlar çatsın. Ki, burada artıq onun çevriliş, hakimiyyətdən devrilməsi planı hazırlanır. Deməli, bunun ardınca kimsə də gələcək, şərtləri deyəcəkdir. Aydındır mı? Mən belə görürəm bu prosesi. Yəni o... Yoxsa real, axında Araz Ağalarov bunun qudasıdırsa, o vaxtı İlhamla əlaqədə daxı. Moskvanın mövqeyini, fikrini dəqiq çatdırar. Mənə çatmır ki, Araz Ağalarov o hansı rolda, hansı statusda, hansı funksiyada orada iştirak edir. Bəlkə də adını elə belə yazdırıb, kimlərsə mesaj verilmişlər. O da ola bilər. Amma mən deyəndə ki, mənə bax, səfir müavini bunu dedi, dedilər ki, hamısını bilirik. Aydındır. Ya, bunu bilirdilər o görüş harada təşkil olunur. Yəni, indi bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bilirsinizmi, niyə bugün Eldar Həsənov həbsdədir? Bax, elə bu məsələləri. Oradaydı, o Millət İttifaqında. Təşkil edib o görüşü. İlk dəfə o təşkil edib. Bəs mən nəyi deyirəm? İndi gəlin gedək məsələnin davamına. Niyə mən bu aspektə toxundum? Aradan bir müddət keçir, birdən Azərbaycan mediasında çox üzr istəyirəm. Bir keçmiş Sovet kəşfiyyatçısının məşhur adamdır. Bugün də Amerika Birləşmiş Ştatlarında yaşayır. Özünün çox
popüler bir kanalı var, Yuri Shvets. Əgər- Vaxtilə Sovet kəşfiyyatının deməli Vaşinqtondakı, sonra New Yorkdakı rezidenturasında rezidentin müavini olubdu. Ondan sonra qaçıb keçib, xəyanət edib keçib Amerikalılar tərəfə. Mən tez-tez izlədim onu. Bəli, çox ağıllı adamdır, çox güclü analitikası var. Aydın məsələ. Peşəkar kəşfiyyatçıdır. Amma şəxsən mən onun Moskva ilə bütün əlaqələrini qırdığına inanmıram. Niyə? İndi deyəcəm. Birdən Azərbaycanda mətbuat platformalarından biri Şvetsin haqqında, onun daha doğrusu dediyi ifadələri yayır ki, bəs Samir Şərifov və Xələf Xələfov KQB gedirlər. Diqqət yetirin, Qurban bəy. Şvetsi izləyirsiniz də, bu adam qlobal məsələlərdən danışır, bu adam çox böyük şey. Və birdən Samir Şərifov var, Azərbaycanın Maliyyə Naziri o vaxtı və Xələf Xələfov var. Baxın, bu hadisələr hamısı eyni zamanda baş verir, ha dostlar. Bunu yayan mətbuat da kimdir? Minval Az. Başqa bir Rusiya bağlı oliqarxın təsis etdiyi sayt. İlham Minval Az? Bəli. Yəni o Putinin tələbə yoldaşı da İlham Rəhimovun saytı. Hə, bildim, hə. Mən onda götürdüm bunu yazdım. Yazdım ki aydın məsələdir. Şvets Rus adamıdır. Bu günəcəndə Rusun adamıdır. Yadıma gəlir Emil bəydi o vaxtı. Minval Azın. Mən burada çox müsahibələrim olub. Rəhbəri. O hətta mənlə yazışdı Facebookda ki, yox, elə deyil, nə danışırsınız, nə? Qurban bəy, sizcə niyə bu məlumat ortaya atılırdı? Deyə bilərsiniz mənə. Mən də belə də yorucu olmasın deyə bir interaktiv şeyə keçək. Yox, mən izləməmişəm düzü mahiyyətində. Yox, məsələn, Xələf Xələfov niyə? Məsələn, Elmar Məmmədiyarov var nazir, onun birinci müavini var, Araz Əzimov, orada Vaqif var idi, soyadını unutmuşam. Yəni, Xələf Xələfov bu işlərdə, orada nazirlikdə bir xüsusi rolu olan şəxs olmuyordu. Onun bir sahəsi olubdu və o sahə üzrə o dövlətin rəsmi səfiri olubdu. Həm də nazir müavini. Bilirsiniz o hansı sahədir? Xəzərin statusuna dair danışıqlar. Əsas məsələyə gəlib çıxırsınız. Bəli. Mən bu Emil bəyə izah elədim ki, Emil bəy, burada çox çirkin oyun gedir. Şvetsə bu məlumatı, ola bilər Moskvadan atıblar, ola bilər o ora işləyir. Mən bu ehtimal deyə bilmərəm. Amma fakt adam bunu səsləndiribdir. Bilirsiniz ki, Qurban bəy, Azərbaycan dövləti Xəzərin statusunda onun sektoral bölünməsi üzərində israr edən yeganə dövlət idi. Və o danışıqları aparan, orada çox belə kişi kimi mövqe nümayiş etdirən Xələf Xələfov idi. O vaxt Rusiya hamını diktatörün qəbul etdirmişdi, bir dənə qalmışdı Azərbaycanda, ona görə. Bəli. İndi başqa məqam var burada. Yuri Shvets öz tərcüməyi halına, fəaliyyət sahəsinə görə bu adamların haqqında məlumata malik ola bilməzdi. Niyə? Həm Samir Şərifov, həm də Xələf Xələfov 1982-ci ildə ikisi də Taras Şevçenko adına Kiyev Dövlət Universitetini bitiriblər. Beynəlxalq əlaqələri və beynəlxalq hüququ. Şvets isə həmin 82-ci ildə KQB Ali məktəbini bitirib və onun ardınca, məhz eyni ildə, onun ardınca gedib SSR Dövlət Təhlükəsizlik Komitəsinin birinci baş idarəsi, bu da xarici kəşfiyyat idarəsi idi. Orada Şimali Amerika Departamentində adi bir işçi kimi çalışırdı. İndi baxaq tərcüməyi halın davamına. Xələf Xələfov bitirdikdən sonra gəlib Bakıya bir müddət polis orqanlarında çalışıb. Ondan sonra, bu da bir bədbəxtlikdir. Təsəvvür etsə adam diplomatiya, beynəlxalq hüquq oxuyub, amma gəlib polisdə işləyir. Sonra keçib Xarici İşlər Nazirliyinə, orada müxtəlif sahələrdə çalışırdı. Şvets isə bir neçə ildən sonra Amerika Birləşmiş Ştatlarına göndərilirdi. Samir Şərifov bitirdikdən sonra bir müddət Moskvada müxtəlif qurumlarda işləyib, ondan sonra göndərilib Yəmən Xalq Respublikası var idi o vaxtı, sosialist Yəmən. Orada çalışmağa. Samir Şərifov peşəkar bu xüsusi orqanlarına əməkdaş olub? Mütəxəssis olub? Xeyr,
Xeyr, Samir Şərifov beynəlxalq deməli münasibətlərdə beynəlxalq iqtisadi münasibətləri oxuyubdu Kiyevdə. Mən başa düşdüm ki, burada artıq hədəf Xəzər məsələsidir. Və Samir Şərifov ola bilər sadəcə ora qoşublar. İlham Əliyevi şantajın eləmək üçün. Və indi diqqət yetirin, görün nə baş verir. Moskva faktiki olaraq Azərbaycanı dövlət çevrilişindən və ya hakimiyyəti İlham Əliyevin əlindən almaqla təhdid edir. Bundan sonra mən artıq Amerika keçəndən sonra bir nəfər mütəxəssislə tanış oldum, Azərbaycanlı. O da məcbur olub ölkədən qaçsın. Məlum oldu ki, məhz Xəzərdə Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında onun şirkəti bilavasitə iştirak edibdir. Və bu 13-cü il, 14-cü il, 15-ci il hadisələrindən sonra orada cinayət işi açıblar. Buna dair bunların hamısını, yəni başda Şahin Sultanov olmaqla Hərbi Dəniz Qüvvələri komandanı, kontradmiral. Onu da həbs eləmişlər, yadınıza gəlir, bizim onu 8 il şərt iş verdilər, dəyişdilər. 8 il şərt iş yoxdur Azərbaycan cinayət məcəlləsində. Bunun hamısını eləyən kim olubdu? Xanlar Vəliyev. Bunun hamısını kim eləyibdi? Zakir Həsənov və Nəcməddin Sadıqov. Bəli, tərtər qatilləri. İndi baxın Qurban bəy, bir dövlət çevrilişinin və yaxud dövlət çevrilişinə təhdidin 3 komponenti ortadadır. Kəşfiyyat komponenti, güc komponenti və siyasi komponenti. Doğrudurmu? İndi sual olunur ki, Rusiya bu qədər həngaməni niyə qururdu ki, elə gəlib birbaşa İlham Əliyevi şantaj edərdi. İlham Əliyev də deyərdi, baş üstə gətir qol çəkin. Deməli, Rusiyanın təsiri o qədər deyildir. Razısınız məndən? Təbii də görünür, əlavə təzə mexanizmlərine ehtiyac duyub, ona görə bunu eləyirmiş. Bəli, və bu qədər resurs cəlb eləməklə Rusiya nəyə şərait yaradır? Bax, bugünkü müzakirəmizə, bunun araşdırılmasına, indi Milli Şuranın bu işə aidiyyəti olub mu, olmayıb mu? Yenə deyirəm, orada müxtəlif insanlar olub, heç kimin haqqında fikir söyləmək istəmirəm. Amma hər kəsə tövsiyə edirəm, geçsin Wikipedia səhifəsində, orada çox maraqlı insanlar görəcəksiniz. Onlar Milli Şuraya qoşulmuşdular, amma nə Milli Şurayadək, nə ondan sonra heç bir müxalif qurumda onlar iştirak eləməyirlər. Bu da mı təsadüfidir? Yaxşı görüntü yaratdılar da onlar görüntü yaratmaq sürüydü. Onlar o gücü nümayiş etdirmək üçün güya ki, əlavə sosial qruplar gələcək, necəklər, o hakimiyyətə təzyiqin çox gözəl bir formasıydı, o təşkil edilmişdilər. Qurban bəy, həm də orada Müdafiə Nazirliyinə bağlı şəxslər oldular. Yəni, baxın, 3 komponent ortadadır. Bizdə hal-hazırda 4000-dən artıq adam YouTube-da izləyir. Dostlar, mən əvvəla göstərdiyiniz bu ehtimala görə təşəkkür edirəm. Hər birinizə minnətdaram. Çox xahiş edirəm, verişimizi bəyənin. İndi paylaşın. Gəlin gələk bunun ardınca nə baş verir? Bunun ardınca Azərbaycan Silahlı Qüvvələrinin hərbi dəniz qüvvələrində ard-arda 3 komandan icraata buraxılır. Diqqət edin. İstefa buraxılır yəni icraata, komandan vəzifəsinin icraatına təyin olunmur, icraata buraxılır. Və sonda gətirirlər o müasir texnologiyalar üzrə bir mütəxəssis var idi, Sübhan Bəkirov. Gətirib onu təyin elədilər hərbi dəniz qüvvələri komandanı. Adam bir gündə hətta əskər olaraq, sırabəst olaraq orduda xidmət eləməyibdi. O da dağıtdı, gəmilər doğrandı, Azərbaycanın hərbi dəniz qüvvələri darmadağın edildi. Ondan əvvəlki mərhələdə neynədilər? Bütün qurulmuş müasir radar, naviqasiya sistemləri söküldü, dağıdıldı. Bu sistemlə Amerikanın köməyi ilə qurulmuşdu. Amerika Birləşmiş Ştatlarının köməyi ilə qurulmuşdu, bəli, və ən müasir texnologiyalardır. Qurban bəy, bu adamın haqqında bircə məlumatı deyəcəm, bu Sübhan Bəkirovun. Təsəvvür eləyin, bu adam həmin o Şahin Sultanov, orada başqa adamlar var idi. Onlara qarşı məhkəmədə ifadə verəndə deyir ki, bu avadanlığın qiyməti artırılıbdır. Ona bəlkə sual verir ki, bu avadanlıq heç bir yerdə açıq satışda yoxdur. Siz nəyin əsasında deyirsiniz ki, bu məxfi avadanlıqdır, bu məxfi texnologiyalardır.
Nəyin əsasında deyirsiniz ki, bu avadanlığın qiyməti qaldırılıb. Deyir, mən bir nəfərdən soruşdum, o bilir. Deyir, kimdir? Deyir, mən bir tanışımdır. 8-ci kilometr bazarında elektrik avadanlığı satır. Məhkəmədə bir ifadə verib. Protokolda var bu. Məhkəmə protokolunda var bu. Dövlət gününə gündədir. Və bunu gətirib təyin elədilər. Təyin elədilər. Bu adamın dediyim ki, bunun heç bir rütbəsi olmayıb. Bunu gətirib təyin elədilər. Nədir? Supan kim? Sübhan Bəkirov. Bunu gətirib sonda təyin elədilər. Hərbi Dəniz Qüvvələri komandanı. Buna kontradmiral rütbəsi verdilər. Bu gəmiləri doğradı. 7 ya 8 gəmini, hərbi gəmini doğradı. Metalını satdı. Bəylər Əyyubovun Stilco şirkətinə. Ondan sonra bunu neynədilər? Vəzifədən çıxartdılar. Sonra tutdular, basdılar banda. Belə bir həftəlik Xalq Bankı idi, səhv eləmirəmsə. Orada olan 50 neçə milyon pulunu əlindən aldılar. Arxasına bir təpi vurub atdılar. İndi illər keçəcək. Azərbaycan insanları oxuyacaqdır ki, vaxtilə Azərbaycan hərbi dəniz qüvvələrinin bəs deməzsiniz, Sübhan Bəkirov kimi bir kontradmiral olubdur. Kimlərsə onun haqqında əfsanələr, bəli, bax bu. Elə onun sifətinə baxın, orada birbaşa Feldmarşal yazılıbdır. Yəni, bax, belə bir biabırçılıq və Azərbaycan Xəzərdə məcbur oldu 2018-ci ilin 12 avqust tarixində deməli, Qazaxıstanın Aktau şəhərində imzalanan Xəzərin statusuna dair beynəlxalq konvensiya imza atdı. Bunun fərqi nə idi? Qurban bəy, icazə verin bunu izah edin, çünki insanlar bilmir bunu. Əvvəl Xəzərdə sektoral bölgü var idi. Sektoral bölgü nə idi? Dostlar, bir anlığa təsəvvür edin ki, sizin baxdığınız telefon və yaxud kompüter Xəzərdir. Və 5 Xəzər yanı dövlət var. Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan. Xəzər dənizi bunların arasında bərabər bölünmüşdür. Məsələn, Azərbaycanla Rusiyanın sərhəddi Yalamada başlayır. Yalamayacan və oradan ta Xəzərin ortasınacan, qarşı tərəfdə Qazaxıstandır, bu Azərbaycanın ərazisidir. Xəzərin ortası ilə gəlib, düz gedir Lənkərana, Astarayacan, İranın ki, harada sərhədi başlayır, oracan və tam Xəzərin ortasınacan Azərbaycanın məhəlli suları idi. İndi baxın, bu məsafəni götürək 400 kilometr. Yalamadan Lənkərana. Həsən çoxdur. Və Xəzərin də enini götürək, yəni Azərbaycandan Qazaxstana və ya Türkmənistana qədər olan məsafəni 300 kilometr. 150-ni vurun 400-ə alırsınız 60.000 kvadrat kilometr. Bugün onun Azərbaycana cəmi Azərbaycanın sahili boyu qalıbdır 10.000 kvadrat kilometr. 10.000 xəta ola bilər. Azərbaycan 40.000 kilometr, kvadrat kilometr Xəzərdə ərazi içiribdir. Bu, bugünkü Azərbaycan Respublikasının ərazisinin az qala təyin yarısı deməkdir. Bu xəyanətdirmi? Əlbəttə xəyanətdir. Bu xəyanətdə hakimiyyətli, müxalifətli, nə bilim, fərdi qaydada kim iştirak edirsə, onlar dövlətə xəyanət edirlər. Mən də bunu yazmışam. İndi sual olunur ki, bilirsiniz, xoşbəxtlikdən mən təşəkkür edirəm İlham Əliyevə ki, o mənə cinayət işi açılmasına tapşırıq verdi. Gəlin indi düşünək ki, İlham Əliyev o vaxtı buna razılaşmırdı. Nə olacaqdı? Onu devirəcəkdilər. Doğrudur mu? Bu boyda resurs atıblar da, təbii ki, onu devirəcəkdilər. Yerinə kim gələcəkdi? Rusiyanın adamı. Və ardınca nə baş verəcəkdi? Əlbəttə real imiş də belə çıxır ki, və əlbəttə real idi. Əlbəttə real idi, Qurban bəy. Mən sizə elə belə demirəm ki, burada ordu komponenti də var idi, yəni güc komponenti. Hələ polisi bilmirik o nə mövqe tutacaqdı. Kəşfiyyat komponenti də var idi, siyasi komponent də var idi. Və siz hakimiyyətin daxilindəki 5-ci kolonu da unutdunuz. Yəni Rusiyanın... Avropada tətbiq edir də, araşdırmayın. Eyni metodu Avropada elə bəzi müxalif qüvvələri xoxan kimi göstərməyini Azərbaycanın əməlləri talı ilə dağıdırlar. Niyə bu konvensiya 18-ci ildə imzalanır? Mən dostlar, bir daha deyirəm. Sağ olsun İlham Əliyev
mənə düşmənçi münasibəti özü rəsmiləşdiribdir. Mən də onu qəbul eləmişəm və demişəm ki, o qarayaxma cinayətinizi üzərimə götürməyə, etiraf eləməyə hazıram. Siz də tərtər cinayətini etiraf edin, gəlin qonşu kameraya. Gedək yataq. Ölkə qutarsın canı, ölkənin canı qutarsın, həm sizdən, həm məndən. İndi diqqət yetirin Qurban bəy, 18-ci ildə niyə bu imzalandı? Axı bu anlaşma 13-cü ildə olubdu. Putin Bakıya gəmi ilə güya gəldi. Ondan sonra İbrahim Bəyov namizədliyini geri götürdü. Yadınızdadır bu hadisələr. Məhz Putinin Bakıya səfərindən sonra, yəni İlham Əliyev ki, mən razıyam, tamam. İlham Əliyev razılaşmasaydı onu devrəcəkdilər, onun yerinə gətirdikləri adam bəlkə də bütün Azərbaycanı təhvil verəcəkdi. Amma mən düşünürəm ki, 18-ci ilə qədər bu danışıqlar niyə davam elədi? İlham Əliyev bunun əvəzində Rusiyadan həm də Qarabağın azad olunmasında iştirakdan çəkinməyi şərt qoydu. Gəlin unutmayaq. Bəli, alver elədi. 18-ci ildə unutmayaq, Ermənistanda inqilab baş verdi və Rusiya müdaxilə eləmədi. Doğrudurmu? Ehtimaldır. Mən yenə deyirəm, bu ehtimaldır. Amma yaxşı olar ki, dövlət rəsmiləri, dövlətin adından çıxış edənlər bu 13-cü il haqqında danışanda Xəzər məsələsində də toxunurlar. Siz niyə İlham Əliyevin hansısa müsbət tərəflərindən danışırsınız, amma Xəzərdə o boyda güzəştə getməsindən danışmırsınız. Bunu da danışın. Danışın, əsaslandırın. Baxın, mən sizin əvəzinizdən İlham Əliyev vəkillik edirəm bu dəqiqə. Bunu mən eləməli deyiləm, siz eləməlisiniz. Durun eləyin. Üzr istəyirəm, bir balaca səbirli olun. Deməli, Xəzər dənizi deməli, başım var olsun. Mən bəzi məlumatları verim. Siz tanışanda Xəzərlə bağlı xalqımız başa düşsün ki, söhbət nədən gedir. Dostlar, deməli, Wikipediyada Xəzər dənizi haqqında məlumatlar belədir. Xəzər dənizi, bilirsiniz ki, okean səviyyəsindən 28 metr aşağıdır əvvəla. Və dünyanın qapalı göldür. Dünyanın qapalı göllərin 44% suyu Xəzərdədir. Yəni, o qədər böyük göldür ki, bu. Başqa bütün dünyanın göllərinin suyunun 44%-i Xəzərdədir. Xəzərin uzunluğu 1200 kilometrdir təqribən. 1200. Eni isə bəzi yerlərdə 466 kilometrdir. Ərəsnəməmin özünə kağıdı qeyd edin. 466 kilometr. Bəzi yerlərdə 204 kilometrdir. Bu deməkdir ki, yəni əvvəllər olan bölgə ki, Xəzərin ortasında göl statusu var idi, orta xətt üzrə bölünürdü. Misal üçün 466 kilometrin 233 kilometri, düzmü başa düşür, mən əslində, düzmü izah edirəm, Azərbaycanın məhəlli suları idi. Orada biz barıq tuta bilərdik, sərbəst, neft çıxara bilərdik və s. Ən azı, ən ensiz yeri 204 kilometrdir. Bu da deməkdir ki, ən azı 102 kilometr. 100 kilometri bizim idi, bəli. Və sonra nə oldu? İndi sonrası cəmaət bilsin ki, o Rusiyanın həmin o mexanizmlə, Millədə İttifaqının təzyiqi ilə Azərbaycanın qopartdığı bizim o mavi vətən deyirlər, ha, mavi vətənimizin sahəsi Qarabağla müqayisədə nədir və nə itirmişik? Buyurun. İndi Qurban bəy, diqqət yetirin. Biz təkcə Xəzərin o səthində olan ərazilərə suverenliyimizi itirməmişik. Təkcə onun təkində olan mümkün enerji mənbələrinə, hələ kəşf olunmamış enerji mənbələrinə suverenliyimizi itirməmişik. Bizim Azəri, Çıraq, Günəşli yataqlarımız bugün neytral sulardadır həmin konvensiyaya görə. Və Azərbaycanın məhəlli suları onun ətrafında yalnız təxminən 500 metr radiusda ərazi sayılır. Bu da heç nə. Gəlin bunu da qoyaq qırağa. Məsələ burasındadır ki, indi həmin o qəbul olunmuş konvensiya əsasən neytral sularda keçirilən bütün qazma işləri, nə bilim, enerji daşıyıcıları, nəqliyyat kommunikasiya işləri, o cümlədən qaz borularının keçirilməsi və s. bütün Xəzəryanı dövlətlərlə razılaşdırılmalıdır. Ona görə mən bəzi adamlar deyəndə ki, bəs biz orta dəhlizi açacağıq, bununla da Azərbaycanın çörəyi gələcək Çindən Avropaya gedən mallar üzərindən. Hələ gör sənə icazə verəcəklər oradan açmağa.
ekologiyanı, nə bilim, başqa nələri bəhanə edəcəklər. Biz perspektivi itirmişik. Biz strateji mövqelərimizi itirmişik Xəzərdə. Trans-Xəzər qaz layihəsi. Geçsək görüm çəkə bilirsən Rusiya. İranın razılığı olmadan çəkə bilirsən o. Bugün bizim barmağımızla yapışa biləcəyimiz yeganə bir şey var. Həmin konvensiyanı bircə ölkə ratifikasiya eləmir, İran. Və əgər o İran tərəfindən ratifikasiya olunmuyubsa, de jure, yəni hüquqi baxımdan o hələ qüvvəyə minməyib. Amma de facto Azərbaycanın hərbi dəniz donanması məhv olunub. Artıq neytral sularda Rusiya gəmiləri, hərbi gəmiləri üzür. Azərbaycanın mövqeləri itirilib Xəzərdə. Reallıq budur. Mən ona görə deyirəm ki, 2013-cü ildə istənilən şəkildə, istər dövlətdən, istər onun güc strukturlarından, istər müxalifətdən, nə bilim, kim olur olsun, bu prosesə kim imza atıbsa şuurlu şəkildə ona dövlətə xəyanət edir. Bunu mən Ərəs Noruz deyirəm ki, mənim nöqteyi nəzərimdən, mən vətəndaşın nöqteyi nəzərimdən, bu dövlətə xəyanətdir. Azərbaycanın az qala özü boyda ərazi itiriblər. Qurban bəy, mən o 150 eni, 400 uzunlu məsafəni təqrib edir. O minimumdur ki, 60.000 kvadrat kilometr edilir. Onun deyək ki, 20.000-i bizə qalıbdır. 20 də eləmir, 8.000 edilir. Həmin hesablama ilə aparanda. İnanın ki, biz Azərbaycan boyda ərazi itirmişik. Və dediyim kimi, biz bugün həmin o tez-tez danışırlar, Türk Dövlətləri Birliyi. O birliklər arasında əlaqəni necə təmin edəcəksiniz? Xəzər üzərində. Görüntülər imkan verəcəklər bunu eləməyə. Mən bir şeyi tamaşaçılar anlasın deyə, dostlar bir şey deyim, üzr istəyirəm Ərəs Ömər sizdən, bir şey yadını satmayın. Deməli dostlar, Xəzər dənizinin perimetri boyu, yəni sahil boyu uzunluğu 6380 kilometrdir. Xəzər dənizinin sahil boyu, perimetr deyək də 6380. Onun 825 kilometri Azərbaycanın payına düşür, ərazisinə düşür. 825. İndi 825-i bunun dərinliyə 100 kilometr elə yeri var ki, eni var Xəzərin ortasına qədər. Elə yerdə daha çoxdur. Qurban bəy, bir Azərbaycan boyda ərazi itirmişik. Evet, dəhşət budur. Və söhbət bundadır. Çünki indi məhəlli suların limiti səhv eləmirəmsə 21 dəniz milidir. O da haradasa bəlkə də daha az. Nəysə deyək ki 25-30 kilometr arasında təxminən belə. Görün biz nə qədər ərazi itirmişik. Və bax bunu gedib Rusiyanın əlində alət olub. Azərbaycan dövlətinə qarşı edənlər, Azərbaycan dövləti İlham Əliyev deyil. Azərbaycan dövləti Azərbaycan dövlətidir. Sabah İlham Əliyev də olmayacaq, biz də olmayacağıq. Və savadlı bir nəsil gələcək. Gecə tezi var. Dünyanı anlayan, dərk edən bir nəsil gələcək. Deyəcək, siz neynəmişsiniz? Siz nə xəyanət eləmişsiniz bu millətə? Bax, söhbət bundan gedir, Qurban bəy. Yəni, başqa bir sual da çıxır, Xarasın mı? Orada tamaşaçılar indi diqqətlə qulaq asırlar. İlham Əliyevə də bir sual yaran. Sən İlham Əliyev olmasın, olsun Ərəs Noruzlu ölkə başçısı. Sən nəyə görə ölkəndə elə bir şərait yaradırsan ki, niyə bu xalqı özünə düşmən edirsən ki, nəyə görə Azərbaycanda normal siyasi imkan vermirsən ki, yaransın? Xarici qüvvələr lazım gələndə sən incitdiyin o inciş qüvvələri istifadə edə bilsinlər. Nəyə görə lazım gələndə, məsələn, 44 ilin müharibədəki kimi bütün qüvvələr prezidentin arxasında fərqi yoxdur, İlham Əliyev sözə getmir, ha? Sabah prezident mənim, İlham Ərəs Noruzludur. Mən niyə özümü elə aparmamalıyam ki, sabah lazım gələndə bütün siyasi rəqiblərim də mənlə siyasi mübarizə aparanlar məni müdafiə edəməsinlər. Niyə? Qurban bəy, ən ciddi sual da elə budur və bu sualın da səbəbi nədir? Cavabının səbəbi nədir? Mənbəyi nədir? İlham Əliyev hər zaman ölkədəki siyasi qüvvələrlə kommunikasiyadan qaçıbdır.
Siz ümumiyyətlə bir dəfə görmüsünüzmü ki, bu 22 ildə İlham Əliyev siyasi partiyalar, indi pis, yaxşı, nəsə də bir şey var. Onların nümayəndələrinlə görüşsün, özü. No, xəncərin qaşı düşəcəkdir. Məsələ burasındadır ki, Qurban bəy, Azərbaycan cəmiyyətini daim prosesdən kənara qoymağa çalışıblar və bunu da eləyiblər. Bax, bugün Azər Freedom'a nə qədər insan baxır? Bir ay əvvəlkindən fərq nə qədərdir? Təxminən. Hal-hazırda 4200 nəfər baxır. Hal-hazırda bu dəqiqə 4200 canlı izləyici var. Burada hər ilə bir IP-dən 10 nəfər baxsa, bu 40 min canlı izləmə deməkdir. Mən bilirəm ki, dəqiq Rusiya dostlarımız var, sağ olsunlar, hamısı salamlayıram. Onlar otururlar, kafelərdə, çayxanada 50 nəfər, 100 nəfər belə zallarda baxırlar Azər Freedom'a. Hal-hazırda dünyanın hər yerində Azər Freedom izlənilir. Hər kəsi salamlayıram, hər kəsə təşəkkür eləyirəm. Niyə bu qədər baxır? Son bir ayda niyə bu qədər baxır? Nədir bunun səbəbi, Qurban bəy? Deyim sizə. Buyurun. Bu ondan bağlıdır ki, Azərbaycan hakimiyyəti uzun illərdir qadağan elədiyi siyasi mövzunu Ramiz Mehdiyev oyunundan gündəmə qaytardı. Və burada göründü ki, Azərbaycan cəmiyyəti heç də deyildiyi qədər apolitik cəmiyyət deyil. Onun siyasətə marağı kifayət qədərdir. İndi gəlin axtaraq görək, Azərbaycanın daxilindəki informasiya resurslarına da, məsələn, YouTube kanallara baxış sayı, izləmə sayı, deyək ki, abunə sayı Azər Freedom'a olduğu qədər artıbmı? Xeyr, artmayıb o qədər. Artıb 10-15%. Azər Freedom 2-3 dəfə artıb. Baxış sayıları 4 dəfə artıb bir ay əvvəlkindən. 10 milyona yaxınlaşır. 28 gündə əslən vətənlə bunu deyimsə, bəzi rəqəmlər tezlənməsə deyəcəyim. Son 28 gündə Azər Freedom'a baxırsa 9 milyon 500 min olub. 9 milyon 500 min. Bu çox yüksək göstəricidir. Olduqca yüksək göstərici. Böyle 28-də görərsiniz ki, orta hesabından gündəlik baxış nə qədərdir? İndi Qurban bəy, sual olunur ki, niyə bunu eləyirdilər? Məsələ burasındadır ki, xarici güclər, qlobal güclər, Azərbaycan tipli hakimiyyətləri məhz həmişə öz xalqından təcrid edir. Niyə? Lazım olanda o xalqı ona qarşı istifadə etmək mümkün olsun deyə. Bu sual olunur ki, yaxşı, onlar bunu istəyirlər. Tamam, başa düşdük. Bəs İlham Əliyev niyə buna gedir? Və bu gün də bu prosesi davam etdirir. Yadınızda mən bu efirdən nə dedim? Dedim, İlham Əliyev, sənə kim dedisə ki, Ərəstin Orucluya cinayət şəxs, bil ki, xain, xəyanətkar oldu. Amma siz düşünürsünüz, bunun hansısa bir nəticəsi olacaq, heç bir nəticəsi olmayacaq. Bir gün zaman gələcək, arxivlər açılacaq və biz görəcəyik ki, Qurban bəy, bu dövrlərdə İlham Əliyevin daxili işlər, təhlükəsizlik, müdafiə, nə bilim, onun o aparatında işləyən müxtəlif məmurlar bizim haqqımızda nələr yazıb qoyublar onun qarşısına. Necə onu təhdid eləyiblər. Amma İlham Əliyev heç olmasa atası Heydər Əliyevin təcrübəsinə istinad edəcək. Heydər Əliyev sıradan adamlarla şəhər telefonundan zəngləşib məlumat alırdı. Dəqiq deyirəm, Qurban bəy. Mənim özümə zəng eləyib ki, zəng eləmişdi Hürriyyət qəzetinə, Heydər Əliyev. Yadıma gəlir, Etibar Məmmədovla görüşdən sonra çıxdı, danışdı. Etibar gəlib məndən filan şey istəyib. Anın olsun Allah, ADP-də oturmuşdu mən Sədər bəyin kabinetində, iş uzağında. Mənə gəldilər ki, onun da redaksiya birinci mərtəbədə idi. Nədir mən mətləmədə işlirsə, bilir söhbət nədən gedir. Gəldilər ki, səni Heydərə telefonu çağırır. Bu Heydərə kim? Başa düşməm. Nə telefon, nədir? Mən yadın zarafat eləyirlər. Düşdüm, gəldim aşağıya. Çox üzr istəyirəm, sözü də kəsdim. Yox, buyurun, buyurun. Düşdüm, gəldim aşağıya. Gördüm bütün jurnalistlər hamısı, məndə də 45-46 kişisi vardı orada. Hamısı dünyanı bilim, telefona qəribə baxırlar ki, bu Heydərov zəng eləyib burada redaksiyaya. Gəldim, mən də götürdüm telefonu. Alo, salam, uşaqlar elə bildirək ki, kimsə zarafat edir, onun səsi ilə danışır.
Mən də qəsdən selektor vurdum. Hamı eşitdi. Telefonu qoydum, başladım danışmağa. Salam aleyküm salam. Orada bu adam siyasətlə məşğul idi. Hə, salam. Axşam baxdın verilişə. Dedim baxdım. bir yerdən küçə söydü. Heç inanmır ha. Qızlar da böyle hamı yarı baxırlar ya, bu ne danışır? Bu Heydər Əliyevdir bu. Etibar Mehmet arası var. Bir yerdən söydü ki nətər oldu? Onda koltuğa verdim ki əla. Biraz da gəlmək lazımdır. Qurban bəy, İyiydi adam. İşləyirdi. birisi problem nədədir? Problem ondaydı ki, yəni İlham Əliyevin problemi ondadır ki, İlham Əliyev xalqın arasından çıxmayıb. Heydər Əliyev xalqın arasından çıxıb. Onun yaxşısını, pisini qoyuram bir kənara. Xalqın psixologiyasını əla bilirdi o. Təbii o xalqdan biri olub özü. Adi bir ailədən çıxıb, sadə bir həyat tərzi keçib, gəlib, addım-addım böyüyüb, gedibdir və mənə belə bir şey danışmışdılar Qurban bəy. Deyir, hər dəfə bu güc qurumlarının rəhbərlərini çağıranda Eldar Həsənov 2 arayışla gelirmiş. Məsələn, deyirlər filan məsələni gəlin prezidentə məruz eləyin. O 2 arayışla gelirmiş və Heydər Əliyevin əhvalından asılı olaraq o arayışların birini təqdim edirmiş. Bir dəfə də təqdim eləyəndə Heydər Əliyev deyir ki, Eldar, o birisini də görüm orada nə yazmışsan. Yəni ki, Heydər Əliyev bütün bu şeyləri bilirdi. Onun müsbət dəyərləndirilməsi, mənfi dəyərləndirilməsi, bunu qoyaq bir kənara. Bizim mövqeyimiz bəllidir bu məsələdə. Amma Heydər Əliyev nə edirdi? Heydər Əliyev yadınıza gəlir, nə qədər müxalifət nümayəndələrinlə də görüşürdü, yeri gələndə bir tədbirdə yaxınlaşırdı, salamlaşırdı, nə bilim. Yəni İlham Əliyev özünü təcrid eləməklə bilirsiniz hansı yolu gedir Qurban bəy. İstənilən bir hakimiyyətin faciəsi xalqdan təcrid olanda başlayır. Və o hakimiyyət xalqla özünün arasında yaranmış uçuruma düşüb məhv olur. Baramaqurda effekti yaşadı. Bəli. Və bir dəfə 18-ci il mən Bakıda olanda bir Britaniyalı araşdırması ilə tanış oldum. Təsadüfən bir kafedə. O Azərbaycanla bağlı araşdırma aparırdı. O mənə dedi ki, mən dedi çox adamlarla görüşmüşəm. Sadaladı kimlərlə. Gördüm ki, adam tanıyır Azərbaycan ictimai siyasi segmentini. Dedi, sizə bir sual verəcəm, hamıya verdiyim sualı. Azərbaycanda ən böyük problem nədir? Dedim ki, hakimiyyətlə xalq arasında əlaqənin itməsi. Dedi, bax, bu suala bir nəfər də mənə belə cavab verməyib. Dedim, təəssüf, bizim siyasətimiz deyilən şey budur. İndi bir daha deyirəm, mənim bu çıxışda da heç bir şəxsi marağım yoxdur. Şəxsi marağım, dedim artıq bunu, deyirəm, bir də təkrar edirəm. Özümə qarşı atılan addımlarla da bağlı yoxdur, halalınız olsun. Mən də sizə qarşı addımlar atacağım, o heç öz yerində, atmışam da. Amma mənə əziz, mənə doğma insanlar ki, bu işlərdən əziyyət çəkir, itkilər verirdi, bunun haqq hesabını soracaq. Və heç kim düşünməsin ki, bunun zamanı gəlməyəcək. O bayaq 40 gün məsələsini misal gətirdim, o 40 gün yaşamaq. Onun 40-cı gününün nöqtəsini qoyacaq. Ümumiyyətlə, Qurban bəy, Azərbaycan siyasi həyatı olduqca çirkindir, təəssüf. O qədər şəxsiləşdirilibdir ki, hər şey. O qədər hər şey məişət səviyyəsinə endirilibdir ki, insanlar belə çaşbaş qalırlar. Azərbaycan cəmiyyəti, Azərbaycan insanı kifayət qədər müdrik insandır. Əgər o Azərbaycandakı heç bir siyasi partiyanı, siyasi qurumu, hərəkatı, nə bilim, institutu dəstəkləmirsə, bu müdrik xalqdır. İnanın, çox müdrik xalqdır ki, bunu eləmir. Şəxsən mən də eləməmişəm. Mən də eləməmişəm, heç vaxt. Ona görə də deyirəm, bu çıxışda heç kim özünə qarşı nəsə bir kampaniya axtarmaz. Mənim bugün gedən həbslərlə bağlı, nə bilim, o məsələlərlə bağlı mövqeyim belədir. Təbii mən Azərbaycan istintaqına inanmıram. Heç vaxt inanmamışam. Tərtər qətliamını araşdıranda mənim bir tərəfə inamım olubdur. Zərər çəkmişlərə. Mən bilmişəm ki, Azərbaycan hərbçiləri xəyanət eləməyiblər.
Azərbaycan hərbçiləri o cinayətdə adı çəkilən əməlləri heç vaxt törətməyiblər, törədə də bilməzdilər. Məhz ona görə orada mən konkret tərəf tutmuşam. Bugünkü məsələlərdə isə mənim heç bir tərəfə güvənim yoxdur. Niyə yoxdur? Əgər mənim gözüm baxa-baxa bu adamlar yüzlərlə insana şər atıblarsa, böhtan atıblarsa, bəzən elə böhtanlar atıblar ki, o böhtanlara heç hakimiyyət atmayıbdır. İndi gəlin münasibətlərimizi aydınlaşdırın. Mənimsə nəsə kimi müdafiə eləmək, dəstəkləmək, batırmaq kimi bir missiyam yoxdur, elə bir öhdəliyim də yoxdur, heç elə bir istəyim də yoxdur, zərrə qədər də. Hər kəs sonda özünün qazdığı quyuya düşür. Mən arzu edirəm ki, heç kim tutulmasın. Mən arzu edirəm ki, Azərbaycanda bir dialoq mühiti formalaşsın. Mən arzu edirəm ki, hakimiyyət bu dağıdıcı mövqeyindən, yanaşmasından imtina eləsin. Niyə hakimiyyət? Çünki əsas təsir imkanları onun əlindədir. Resurslar onun əlindədir və məsuliyyət onun üzərindədir ölkəyə görə. Bizim üzərimizdə məsuliyyət yoxdur. Bizə nə mandat verməyiblər, bir xalq parlamentində mandat veriblər, onu da əlimizdən almağa çalışırlar. Ortalığa düşüblər 5-6 nəfər. Yəni, xalqdan mandatdan gedir söhbət. Yəni, rəsmi təmsilçilik baxımından mandatdan söhbət gedir. Onun mandatları siz keçirmişsiniz hələ, məsuliyyət də sizin üzərinizdə. Amma hərdən baxıram, mən də, Qurban Məmmədli də, bizim dostlarımız da, silahdaşlarımız da, mən hamısını buradan salamlayıram. Onlar dövlət maraqlarına daha məsuliyyətli yanaşırlar. Nəinki dövlət maraqlarını qorumalı olan şəxslər. Burada bir izləyici sual verir ki, hava məkanımız təhlükəlidirmi, təhlükəsizdirmi? Bilmirəm. Açığı mənim o barədə məlumatım yoxdur. Bilirəm ki, vaxtı ilə Azərbaycanın hava məkanının qapadılmasına, onun özünün nəzarətində olmasına Amerikalılar və İsraillilər kömək edirlər. Türkiyə də bu işdə iştirak edirdi. Bugün onu söküblər, dağıdıblar, dağıtmayıblar, Rusiyanın nəzarətinə veriblər. Yalan deyərəm, mən bunu bilmirəm. Bunu hərbiçilər bilər. Nə etməli? Burada bir sual verildi. Qurban bəy, üzr istəyirəm, sizin missiyanızı yiyələnmişəm. Buyurun. Burada suallar çox yazırlar bayaqdan ki, mesela İran da sabah Rusiya kimi çeviriş təhlükəsi ilə təzyiq elə bilərmi və s. metodu ilə? Çox sual çoxdur burada. Mən bir şey demək istəyirəm. Çəkinmədən həqiqəti deyən, cəmiyyət üçün açıq, cəmiyyət üçün şəffaf olan, ədalətli mövqeyi olan bir institutun fərqlərin arxasınca getmək lazım deyil. Fərqlərin arxasınca getmək diktaturaya ən yaxşı halda avtoritarizmə aparır. Bir institutun, bir qurumun arxasınca gedir. Mən sizə təbii ki, üzvü və rəhbərlərindən biri olduğum xalq parlamentini təklif edirəm. Seçim sizindir. İrana gəlincə, mən onu bilirəm ki, İran Azərbaycanda heç vaxt öz başına fəaliyyət aparmayıb. O, Rusiya ilə anlaşılmış fəaliyyət aparıbdır, Rusiya ilə birgə fəaliyyət aparıb və Rusiya ilə İran Azərbaycanda çox qəribə münasibətlərdə olublar. Azərbaycan məsələsində onlar müttəfiq olmaqla yanaşı, həm də rəqib olublar. Mən onları həmişə mehriban düşmənlər adlandırıram. Bugün bilmirəm, Rusiyanın təsiri zəifləyir bölgədə. O 13-cü ili deyəndə ki, Rusiya bu qədər həngaməni niyə açırdı ki, İlham Əliyevi şantaj edə bilərdi? Deməli, Rusiya heç də düşündüyümüz qədər güclü deyil, heç olmayıb 13-cü ildə. Rusiya ilə gətirərdi bir dənə nəyisə qoyardı İlham Əliyevin qabağına, deyərdi bura qoyacaq. Deməli, elə də sadə deyil hər şey. Amma bir onu bilirəm ki, dövlətin başında, dövlətin hansı vəziyyətdə olmasından asılı olmayaraq, kimin olmasından asılı olmayaraq, dövlət yükü, dövlət məsuliyyəti hər bir vətəndaşın çəkməli olduğu yüktür və üzərinə götürməli olduğu məsuliyyətdir. Bunu dəqiq bilirəm. Bugün dövlətimiz yoxdur, əlimizdən alınır. Amma
Elə burada da məsuliyyət yükümüz onu özümüzə qaytarmaqdır, xalqa qaytarmaq. Başqa nə suallar varsa, mənim hələ biraz vaxtım var, cavab verə bilərəm. Bir dəqiqə burada bir məsələ var. Siz danışırsınız, Ərəstun bəy. Tamaşaçıların çox adada anlamır söhbətin məğzidir. Bu Xəzər dənizində baş verən hadisənin çox adam anlamır. Dostlar, 2013-cü ildə həmin o milyarderlər ittifaqının yaradılması, yəni Xoxan göstərilməklə Azərbaycanı da 2018-ci ildə Xəzər dənizinin statusu ilə bağlı konvensiyanı bağlamağa məcbur etdilər. Bu nə deməkdir? Bunu mən sizə indi həmin konvensiyadan konkret rəqəmlərini izah edəyə çalışacağam. Ərəstun bəydən xahiş edəcəm ki, o izah eləsin bunları. Deməli, Ərəstun bəy əvvəla izah edin xalqa ki, əvvəl məhəllə sulara deyəndə nə başa düşülürdü? Hansı məsafədəki sular? Məhəlli sular dedikdə Azərbaycanla, məsələn, Xəzərin şərqində, qərbində Azərbaycandır, şərqində Qazaxıstan və cənub-şərqində Türkmənistandır. Azərbaycanla Türkmənistan arasında, deyək ki, və Qazaxıstan daha çox. Məsafə nə qədər? Deyək ki, 300 kilometrdir. Bu o deməkdir ki, Xəzərin tən ortasına qədər 150 kilometr bizim idi, oradan o tərəfə 150 kilometr Qazaxıstandır. Eşitdiniz dostlar. Yəni, bax, ekranda görürsünüz o şəkil. Onun ortasına qədər əvvəl bizimdir. Ortasından o tərəfi qarşı tərəf, qarşı sahil olan dövlətindir. İndi diqqətlə ekrana baxın, görün biz nədə itirmişik. Deməli, Xəzər dənizinin hüquq statusu ilə bağlı konvensiya imzalanıb 2018-ci ildə, yəni həmin o hadisələrdən 5 il sonra. Uzun müddət danışıqlar getdi. Burada iki rəqəmi biz sizə izah edəcəyik, başa düşün ki, nə baş verir. Əvvəl deyim ki, bilirsiniz də, dənizdə məsafələr millə ölçülür. 1 mil təqribən 1607-1609 kilometrdir. 1600 belə deyək, kilometrdir. Qurban bəy, üzr istəyirəm, orada 2 mil var. Biri var quru mili, quru və hava mili, bir də dəniz mili deyilən başqadır, səhv eləmirəmsə. Dəniz mili... Amma biraz fərq var orada, cüzdür fərq. Kilometr baxımından elə bir böyük fərqi yoxdur. Bəli. Deməli, dəniz mili, baxın... 1,6, 1 mil 1,6 kilometr götürək. Əziz vətənlər, konvensiyanın 7-ci maddəsinin 1-ci bəndini oxuyuram. Hər bir tərəf bu konvensiya uyğun olaraq müəyyən edilən çıxış xətlərindən ölçülən eni 15 cəmsi dəniz milindən artıq olmayan ərazi sularını müəyyən edir. 15 kilometr, 14, 25 üzrə, 24 kilometr. Bir dəqiqə icazə verin. Deməli, söhbət nədən gedir? Dedik ki, 1 mil 1600 kilometrdir, düzdürmü? 24 kilometr. 24 kilometrdir, Qurban bəy, bəli. 24 kilometr. Bu deməkdir ki, biz öz Xəzər sahilindən cəmi 24 kilometr məsafədə öz suyumuzu, dövlətimiz, vətənimiz kimi davrana bilir. Bizim suverenliyimiz cəmi 24 kilometrin üzərindədir. Amma əslində əvvəllər nə qədər idi, Ərəstun bəy? Ən azı 150 kilometr. Yarısı. Yarısı nə qədər idi? Bayaq dedim mən sizə. Ən ensiz yer 100 kilometr, 102 kilometr, 101 kilometr olubdu, 102 kilometr olub. Ən uzaq yer 200 kilometr olub. Baxın ha siz, bizim əlimizdən 3 dəfə artıq, 4 dəfə, 5 dəfə artıq mavi vətənimizi alıb işğal ediblər. Adın qoplar neytral sular. Orada Rusiya hərbi gəmilər kef çəkirlər. Annisi də baş verir. Həmin konvensiyanın indi dəhşətə, başqa bir dəhşətə baxın. Bilirsiniz ki, Azərbaycan balıqçılıq sənayesində həm dövlət büdcəsinin zənginləşməsi baxımından çox vacib sahədən də insanların yaşaması baxımından. Xüsusilə də Xəzər sahili rayonlar ki var, tutmuş Lənkərandan, Mastıradan ta haralara qədər bu adamlar ancaq balıqçılıqla yaşayırlar. Baxın, görün, orada nə baş verir. 9-cu maddə. Hər bir tərəf, bu laf dəhşətdir. Heç olmasa məhəllə suları gedib 15 milə qədər. Balıq tutmağı bizə qadağan eləyirlər öz vətənimizdə. Hər bir tərəf ərazi sularına bitişik, eni 10 dəniz mil olan balıqçılıq zonası müəyyən eləyir.
16 kilometre vəssalam. Sən 16 kilometrdən hətta 24 deyir ha. 8 kilometre o tərəfə balıq tuta bilməzsən. Bu rəqəmləri kim qəbul etdiribdir? Bu necə qəbul etmiyorlar? Nətən yəni sən Xəzərin eni 400 kilometre olsun. Mən onun cəmisi 10 kilometrində 16 kilometre balıq tutum. Bəs o neytrası da balıqlar kim tutur? Rusiya nə oyun çıxardı? İran hardadır? Ərəstun bəy, bu məsələləri siz zamanında Azərbaycan televiziyaları dövlət səviyyəsində xalqa izah eləməyiblər deyə xalqın çoxunun xəbəri yox. Bu nə konvensiyadır, nə Xəzərdir, nə dənizdir. Çünki həm də adamlar acıdan öldürürlər. Adamların başı qaçıbdı öz ailəsinə gündə törə qazanmağı. Başın qaldı bu toyuq su içəndən sonra baxa bilmir yuxarı ki görsün. Qurban bəy, içinə gətirirlər. Buyurun. bugün mənim bir dostum var. Çox etibarlı, çox yaxın bir dostum. Məndən də az qala bir 20 yaş gəncdir. Siyasətlə birbaşa heç bir əlaqəsi yoxdur. Etiraf edin ki, müəyyən çıxışlara hazırlaşanda mən ondan məsləhət alıram. Universitet müəllimi. Dediyim kimi, siyasətə heç bir aidiyyəti yoxdur. Bugün mənə bir ifadə işlətdi. Möhtəşəm bir ifadə. Dedi ki, Azərbaycanda hər kəs mövcud olmaq uğrunda mübarizə aparır. Hər kəs, varlı da, kasıb da. Bəli, varlı da, kasıb da. Çox müdrik bir ifadədir, Qurban bəy. Təsəvvür eləyin, varlı, o varlı dövlətini qorumaq üçün canını, sağlamlığını, həyatını verir. Gedir, stresdə hər şey gedir. Kasıb isə yazıq çörəyin arxasını da düşürdü. Bir tikə çörəyə möhtacdır. Aylarla övladı ət görmür. Mən bir daha deyirəm. Bu məsələlərin həlli cəmiyyətə üz çevirməkdən keçir. Yalanlarla, nə bilim, bədlərlə, təzyiqlərlə, bunlar düzələn məsələlər deyil. Lazım deyil. Qəddafinin bəyəm təzyiq eləmək imkanı yox idi. Mübarəkin yox idi yoxsa, ya eləmədi. Bəşər Əsəd neçə il eləmədi bunu. Nə oldu? Ölkə də xaraba qaldı. Özü də qaçqın düşdü. Bugün də bilinmir. İtib, ölüb, batıb, hardadır. Yenə deyirəm. Bir sadə misal gətirəcəm. Böyük Britaniya gedib Cənubi Amerikaya qədər çıxmışdı. Afrikanın cənubunu gedib tutmuşdu. Hindistanı, Çini tutmuşdu. Avropada yanındakı kiçik Danimarka kimi krallıqlara toxuna bilmirdi. Niyə? Çünki onların gücü var idi. Onların gücü nə idi? Onların, o kralların təbəələri idi ki, onlar kralın, taxtacın arkasında dururdular. Böyük Britaniya nə edirdi müharibəni gətirib öz sərhədinə yaxınlaşdırsın? Hazır gedib Hindistanda silahsız adamları kölüyə çevirər və koloniya çevirər və Afrikada. Əgər güclü dövlət istəyirsənsə, güclü dövlətin bütün xətləri güclü vətəndaşdan keçir. Zəif dövlət vətəndaşı olan dövlət güclü ola bilməz, bu absurddur. Bu xülyadır, bu özünü aldatmaqdır. Özünü aldatmaq, başqa heç kim aldada bilmir. Ona görə ölkədə çox ciddi addımlar atılmalıdır. Amma təəssüflə deyirəm, atılmalı da ayrı şeydir, atılacaq mı? Başqa. Konkret halda bu bir-birinə diametral deyil, atılmayacaq heç bir addım. Belə də davam edəcək. Niyə davam edəcək? Ona görə ki, birinci bunun üçün başa düşmək lazımdır ki, bu təhlükə hara aparır, hansı sonluğa aparır. İkinci, iradə olmalıdır. Üçüncü, cəmiyyəti duymaq olmalıdır. İnsanlar hansı qayğılarla yaşayır. Və dördüncü, sağlam komanda olmalıdır. Əgər İlham Əliyevin komandasında oturanlar gəlib yarınmaq, yaltaqlanmaq, öz əhəmiyyətini artırmaq üçün onun qarşısına uydurub müxtəlif təhlükələrin mövcudluğu haqqında kağızlar qoyurlarsa, şər, böhtan, yalan dolu və İlham Əliyev ona inanırsa,
Və bundan sonra qalan bütün bəndləri ləğv eləmək olar. Rəstum bəy, sizin o dediyiniz adımları o hökmündar ata bilər ki, özü təmiz olsun. Özünün niyyəti xalqa xidmət eləmək olsun. Bu adam özü cinayətkardır, bu talancıdır, arvadıdır, özü də dağıdırlar ölkəni. Buna siz deyən o şeylər lazım deyil axı ki, Qurban bəy, adamlar olsun, nə olsun. siz tez-tez dinə istinad eləməyi sevirsiniz və bütün dinlərdə tövbə qapısı açıqdır. Tabii, tabii. Yəni, hər bir insanın haqq yoluna qayıtmaq imkanı var. Siyasətdə də belədir, təəccüblənməyin. Evet. Stalin dövrünün ən qanlı cinayətkarı kim olub? Niyə? Rəstum bəy, nə deyirsən Stalinə? Mənim Teymur bəylini dostlar, bunu açıq deməyə məcburam. Hörmətli bizim Teymur bəylini bir il bir gədirik. Son 3 həftədir tövbəyə dəvət edirəm ki, kişi, sən yanlış yoldasan. Sən nə oyun çıxarırsan belə, yalandan yığmısan başımı. Bugün güya, baxın, 50 nəfər adamın imzası ilə, mən deyəcəm, 50 adamın imzası ilə güya izlə çağırır. Adam hələ anlamır, başa düşmür ki, bizim reglament və nizamnaməyə görə iclası çağırmaq səlahiyyəti yalnız parlamentin sədrinindir, rəyasət heyətinindir. 20 yox, 100 adam da, 50 yox, 100 da adam istəsə növbədəkənin iclası, ona müraciət eləməlidir, parlamentin sədrinə o çağırmalıdır. İndi adam belə başa düşür də siyasəti. Və bu gün dostlar onu biləsiniz ki, mən də iclasdaydım. Məhəmməd Nəğdəliyev adıyla. Bir başqa dostumuz da Sənubər adıyla oradaydı. Bir başqa dostumuz Bilal adına, bir başqa dostumuz Hüseyin adına oradaydı. 15-20 adam biz oturmuş orada belə baxırıq. Və mən orada səsi qəsdən verdim efirə, qandırdım onları ki, görürsünüz, 15 noyabrda sizin xanım sədrə qarşı elədiyi tərbiyəsizlik budur. Mikrofonu açırsan, mən danışıram. Mən musiqini verirəm efirə. Burada televizor açmışam, eyni iclas gedir, səsi verirəm efirə qəsdindən. Başa salam ki, Ərəstun bəy, yəni mən çox dəvət elədim Ərəstun bəy dediyi kimi tövbəyə, adam tövbə eləmədi, adam özü öz əli ilə Teymur Əmrənin öz qəbrini qazdı və özünü bugün dəfn elədi. Bunun günahı məndə deyil ki. Qurban bəy, bunda baş verir hər şey. Buyurun. Bunlar xırda məsələlərdir. Xalq parlamentini heç kim heç nə eləyə bilməz. Tabii. Kim nə yolu gedirsə demişəm, onun da son mənzilinə gedib çatacaqdır. Hər öz niyyəti. Mən bir 10 dəqiqə baxdım, orada sözün həqiqi mənasında bir də millətimə heyran oldum. Orada bir yumor var idi. Biri yazır ki, yoxsa Ramiz Mehdiyevin 50 nəfəri bulardı. 50 nəfər mən də oradaydım. Uçtam getdi orada. Yox, təbii ki, Ramiz Mehdiyev elə naş adamlarla iş görməz. Yəni, mənim demək istədiyim budur ki, dostlar, əziz həmvətənlər, soydaşlar, siyasi fəallığı artırmaq lazım. Qorxmaq lazımdır. Haqqımızı tələb eləməliyik. Yenə deyəcəklər, üşkəndən çağırır, amma daha qorxusu yoxdursa cinayət işini açıblar. Yəni, bütün radikal yanaşmalardan uzaq durmaq lazımdır. O qədər konstruktiv, ağıllı, rasional mübarizə üsulları var ki, bilirsiniz radikalizmdən niyə qorxuram? Radikalizmlə marginallaşmanın arasında məsafə yarım addımdır. Bəli, bəli. Bax, budur məsələ. Qurban bəy, başqa sualınız yoxdursa... Ərəstun bəy, aradan çıxıb qaşımağa tələsinə bir də eləyə vaxt varsa, xahiş edirəm. Aha, tutub saxladım. Çox naci bir məsələ var, o məsələ ilə bağlı bir politolog siyasətçi kimi sizin də fikriniz maraqlıdır, xalq bilməlidir. Burada bəyə biz danışanda dostlar, mən söhbət pəncərəsində bir adam yazmışdı ki, Heydər Əliyev sənə niyə zəng eləyirdi Hürriyyət qəzetinə? Heydərin adamı deyildinsə mənə yazır. Dostlar, çox təəssüf ki, Heydər Əliyevdən öyrənməli çox şey vardı siyasətdə, amma Azərbaycan müxalifəti ondan heç də öyrənmədi. Dedikodudan başqa, ləkələməkdən başqa onu. Qara yaxmaqdan başqa heç də öyrənmədilər. Çünki bu şeylər də əla bilirdi. Ərəstun bəy, xatırınıza gəlir, o Sürət Hüseynov məsələsi müzakirə 94-cü ildə. Milli Məclisdə açıq efir gedir, iclas gedir. Birdən Heydər Əliyev qayıtdı ki, sən filan şey eləməmsən, Sürət Hüseynov bu nə danışır, nə danışdı belə. Birdən qayıtdı ki,
O vaxt Kətirvada naziri vardı. Adı neydi onun? Müzamil Abdullayev. Müzamil. Hə. Eləməmsən. Hə, nə o Müzamil? O mənə deyən. Müzamil Abdullayev, ana, qalx görmə ayağa. Müzamil, qalx görmə ayağa. Müzamil Abdullayev də Həsən vətənlə. Biraz ayıq oldu bu şeylərdə. Surət Hüseynovun pul kisəsi idi və sağ əli idi. Onun komandasındadır. Kanlı efir gedir. Prezident oturub orada. Birdən sual verir. Surət deyir ki, xeyr. Xatırlayırsınız mı dostlar? Diqqətən bir şey verir. Nə, bunu başa düşürək, nə baş siyasət nədir? Mən də şəxsən belə baxıram. İndi Surətə sual verir. Surət deyir ki, xeyr, yalandır. Necə yalandır? Hanı müzadir, hə? Hanı müzadir, qalx görmə ayağa. Heydər bilir ki, müzadir orada zad yoxdur. Yalan danışır. Nə müzadir olsa deyə beləməyim. Amma nədir? Bütün Azərbaycana çatdırdı ki, güya müzadir satıbdı Surəti. Surəti bir yerdə deyir müzadir. Abdullayev milyarderdir. Kənd Təsərrüfatı Nazirliyi o vaxtı. Dövlət isə dövlət idi. SSR-in vaxtında Kənd Təsərrüfatı Nazirliyi demək, öyle bir ki, müstəqil dövlətdir. Milyardlar var orada. Söküb dağıdırlar. Adamın bir dənə sözündən elə bir fitnəsi aldı ki, bunların arasında. Darmadağın dağıtdı. Hamı birindən başladı şübhələnməyə. Deməli, Heydər Əliyev belə adam idi. Heydər Əliyevlə mən dostlar, heç bir vaxt o adam Azərbaycanda gəlib hakimiyyəti silahlı yoluna işğal ediləni görüşməmişəm. Həmişə onun əlində təbada varmışam. Həmişə. 87-ci ildə mən universiteti qutarıb gedəndə Sabirabada, Naxçıvanda qardaşım Sərdar Cəlalıoğlu'nun iştirak elədiyi gizli dərnəklər vardı. İşıqlazadda gedirdim mən orada Tarix Muzeyinin adı zirzəmi vardı. Orada Adnəm Şərurda Tarix Diyaşyanızı muzeyində toplantıda iştirak edirdim. Və həmişə də hamı mən mövqeyimi bilir. Amma Heydər bilsin nə idi? Heydər siyasətlə məşğul idi. Heydər də bilir ki, mənə zəng girəcək. Telefon məni çağıracaqlar. Ən azı qəzetdir. 40-50 jurnalist eşidəcək ki, o bu Qurban Heydərlə danışır. Və yaxud da Sərdar Cəlalıoğlu'nun məşhur müsahibəsi var. Deyir ki, Heydər Əliyev kadrları qoyduğunda Qurbanla məsləhətləşirdi. Buna qulaq asan elə bilirlər ki, Heydəri mən idarə eləmişəm. Kadrları mən qoymuşam. Buna qulaq asanda anlamırlar ki, yaxşı, Qurban Məmmədov belə təsir edici, Heydər Gaburu sayırdı, bunun məsləhəti ilə oturub dururdu. Qurban özü niyə getmədi vəzifəyə? Qurbanın nəslindən niyə bir adam gedib vəzifə olunmuyubdu, niyə? Niyə Qurbanın bütün nəsli təqib olundu, niyə? Anlamırlar. Hə, Heydərin belə bir metodu var idi. Çağırır, bir saat 2-də mənə çağırıb, dəvət edib, gedirəm mən. Oturub orada başlayıb mənə. Filan kəs məndən belə vəzifə istəyib. Filan kəs məndən belə vəzifə istəyib. Sən nə məsləhət görürsən? Bilirəm, mən bir şey məsləhət görürəm. Yəni adam bu siyasəti ilə ətrafa sənin haqqında informasiya yayırdı. Sənin haqqında şübhə yaratmaq üçün cəmiyyətdə o bu addımlar atırdı. İstəyirəm hamı bilsin bu şeyləri. Öyrənin siyasəti. Bu barədə sözümü başa Rəsul bəy deyin, mən sonra ayrılaq. Qurban bəy, bütün siyasətçilərdən öyrənmək lazımdır. Yaxşını da, pisi də. Pisi öyrənmək lazımdır ki, onu təsadüfən də hətta eləməyəsən. Yaxşını öyrənmək lazımdır ki, onu təcrübədə istifadə edəyəsən. O, bayaq dedim, siyasətdə də, dində olduğu kimidir. Stalin dövrünün ən qanlı cinayətkarlarından biri olan şəxs sonradan Stalin kimi şeylərdir. Nikita Xruşov. Stalinin məşhur bir dərkənarı olubdur, deyilənə görə. Bilmirəm, bunu tarixçilərdən eşitmişəm onların çıxışlarında. Deyir, Xruşov yazır ki, Ukraynanın Komünist Partiyasının rəhbəri oldu da, Bolşevik Partiyasının. Yazır ki, bu il 50.000 düşmən tapıb güldələdi. Gələn il 100.000-ə qaldıracaq bu rəqəmi. Stalin o hesabatın üstündə götürür, yazır, durak, rabota kütubuydu. Axmaq, bəs kim işləyəcəkdir? Və həmin Xruşov, o qanlı Xruşov Stalinizmi ifşa elədi və bunu etiraf eləmək lazımdır. Bacarmadısa da SSR kimi dövlətin, imperiyanın tarixində bir dönüş yaratdı. Bu, hər bir siyasətçinin ata biləcəyi addımdır. Bu, hər bir siyasətçinin edə biləcəyi işdir, görə biləcəyi işdir. Yetər ki, onun buna istəyi, iradəsi və ilk növbədə də xalqına sevgi demirəm. Sevgi çox böyük insanlara xas olan cəhətdir. Heç olmasa mərhəmətli olsun. Mən bax, bu üç şeyi İlham Əliyevə atılıyorum. Bu qədər. Təşəkkürlər. Rəsul bəy, minnətdaram sizə. Çox sağ olun, var olun. Başqa söz yoxsa ayrılaq. Mən təşəkkür edirəm. İzləyənlərə təşəkkür edirəm. Ümid edirəm ki, vaxtlarını həzərə xərcləmədik.
Hamımız uğurlar arzulayırıq. Ruhdan düşmək lazım deyil. Bilirsiniz, dövlətlərin hamısının tarixində enişlər olur, yoxuşlar olur, uğursuzluqlar olur. Dünya bununla bitmir. Bizim ulu babalarımız imperiyalar qurublar. Azərbaycan xalqı sözün həqiqi mənasında imperiya xalqıdır. Dövlət qurucu, dövlət yaradıcı xalqdır. Biz öz dövlətimizi quracağıq. Bu yolda hamımıza uğurlar arzulayıram. Hamımıza təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Mən Azərbaycan ailəsi adından Ərəstun bəyə təşəkkür edirəm. Çox faydalı söhbətlər oldu. Çox vacib məlumatlar verildi. Və xarici qüvvələrlə əməkdaşlığın dövlətə və xalqa necə ziyanlar vurduğunu siz yəqin bugün faktlardan eşitdiniz. Efirimizin sonuna az qalır. 15 dəqiqə vaxtımız var. Baxın, burada yazır ki, Teymur Ünbəyli niyə bilir? Dostum, mən açıq deyim sizə. Bax, mən dedim, Teymur Ünbəyli ilə mən son 3 həftədir təhlikdə çox danışdım. Çox izah elədim. Dedim, yox, adam dayanmaq fikri yoxdur. Gedir, ya bundan sonra da ki, necə ki, o axeyini o vaxt mən yaradanda Gəncədən bir Ramiz adlı ləyəqətsiz bir adamı çıxartdılar ortalığa ki, bu, nə bilim, axeyi yaradı, bonuncu sədirdir. Bir neçə partiya dedi ki, biz yaratdıq deyənədir. Hamısı, bunlar hakimiyyətin oyunlarıdır. İmkan vermədilər. Mən də dərhal çəkildim kənara, gördünüz. Mən oradan çəkilən kimi, efirdən axeyi sözü yıxıdan kimi axeyi yox çıxdı. Mən bunu sizə metro kimi görsətdim ki, yəni biləsiniz ki, Azərbaycanda nə baş verir. İndi mən sizə deyim nə baş verəcək. Teymur Ünbəyli də bundan sonra həftədə bir dəfə, həftənin hansısa günü, təbii ki, o 6-cı gün, şənbə günü olmayacaq, saat 9 olmayacaq, necə ki, 8 olmayacaq Bakı vaxtı ilə, necə ki, biz rəsmi axeyə iclas keçirir. Hər həftə aradasa bir 32-33 nəfər maksimum yığışacaqlar. Güya ki, bunlar nə bilim, xalq parlamentindədir, bir şey davam edəcəklər. Azərbaycan hakimiyyəti uzun illərdir bu metodu tətbiq eləyir. Uzun illərdir. İstənilən partiyanı, xalq səbəsinin başına görünən onu gətirdilər. 3-4 yerə böldülər. Adını qoydular klasik, nə bilim, ağızda yəni eləyirlər bunlar. Bunlar ona görə baş verir ki, Azərbaycan xalqı yoxdur ortada. Sən yoxsan. Sən sifətini, şəxsiyyətin və ləyaqətini sən ortağa qoya bilmirsən, qoymursan. Hər alçaqlıq eləni təbii çalırsan. Mən dünənə qədər Teymur bəyə qardaşım dedim, dostum dedim. Çox çalışdım ki, o bir yola getməsin, amma o bir yola seçibdir və dayanmaq imkanı yoxdur. Açıq deyirəm sizə, mən gördüyüm artıq budur, adamın dayanmaq şansı yoxdur. Dayansa görürsə problem yaşayacaq. Nədir problem bilmirəm, özü bilər. Hər halda istəyirəm mən buradan xalqım da bilsin, xalq parlamentinin millət vəkilləri bilsin ki, bu gündən etibarən həmin iclasda iştirak edən, daha doğrusu iştirak edən, o da çox adam bizim dostlarımız da xahiş eləmişdi, iştirak edəsinlər. Onlar hamısı oradan görəcəksin nəticə nə olacaq orada. Ay nə bilim, rəyəsi də qoruruq neydi? O təxribatı təşkil edən adamlar kimlərsə var ki, Əli Bədəlov daxil olmaqla, nə bilim, Cavanşir iclası güya aparandan başda olmaqla, Teymur başda olmaqla bu adamlar hamısı bizim xalq parlamentinə qarşı təxribatda iştirak etdilər. Reglament və nizamnaməyə pozdular. Talihlərin özləri yazdılar. Tezliklə də bunların kimliyini və davranışını hamı görəcəksiniz. Bir müddət belə efirlərdə başqa yalanlar oturacaqlar, 20 dəfə biz xalq parlamentində danışacaqlar. Amma bu dəfə dostlar, Azərbaycan hakimiyyəti öz niyyətinə çatmayacaq. Çünki xalq parlamentini sən yaratmısan, sən seçdin bu adamları. İstənilən təşkilatda bu problemlər olur. İstənilən təşkilat Azərbaycanda hakimiyyətin əlində o qədər imkan var ki, bütün təşkilatları almaq, dağıtmaq üçün gecə-gündüz çalışırlar. Ona görə də istəyirəm, xalq bilsin bu şeyi. Mənə çox adam mirət bildi ki, sən burada dostum, qardaşım deyirsən, o adam orada deyəmədən sizin əleyhizə şəparın. Dedim, eybi yoxdur. İndi hər kəs öz dünya görüşünə, niyyətinə, əxlaqına uyğun danışır, söhbət edir. Mən niyyətim budur ki, insanlar dağılmasın, parçalanmasın, bir araya gələk. Adamların fikri budur. Adam özü bilər. Niyə eləyir? Mən deyə bilmərəm ki, tapşırıq icra eləyir, mən deyə bilmərəm, pul alıb eləyir bunu. Mən qətiyyən əlimdə faktim yoxdur, belə fikrimdə yoxdur. Amma xalqın gözü qabağında baş verdiyinə görə mən bu məsələyə heç bir şərh vermək istəmirəm, amma öz şəxsi mövqeyimi indi bəyan edirəm ki, Teymur Ünbəyli bu gündən etibarən Azərbaycan xalq parlamentinə qarşı təxribat törədən qrupun lideridir. Bunu hamı bilsin. Özü bilər. Hər halda
biz şənbə günü inşallah bu barədə geniş danışacağıq parlamentimizdə. Azərbaycan parlamentində canlı efir gedə-gedə küçük uşağı kimi Azərbaycan qadınını, qızını təhqir eləyən, qocasına saqqalını saymadan küçük uşağı kimi söyüş-söyən gədələri ətrafına yığıb, güya İlham və Ali Kərimli kimi onu söydürən Teymur Əminbəyli güya hesab edirsə ki, güya siyasətlə məşğuldur, yanlış yoldadır. Gibi kökündən yanlış yoldadır. İndirəm, daha bundan sonra ona deyəsi deyiləm ki, bəlkə biraz yavaşlayarsan, neynəyəsən, özü bilər. Hər kəs taleyini özü seçir, özü yaşayır. Mən burada sadəcə olaraq o müqamət adlanan qrupun qadın üzvlərinə müraciət edirəm. Əgər sizin kişilərin, sizin qardaşların, sizin oğulların zərdəcə qeyriyyəti varsa, sizin saçınızı dolayıb əlinə sürüyüb o da atmalıdır bana ibarə ki, sən necə qadınsan, sən necə əxlaq sahibisən ki, gəlib oturmuşsan küçük uşağın yanında, o da ayıb olmazsa o məsələ. İstəmirəm burada bəzi ifadələr işlədim. Özünə hörmət edən xatun qadın, qadın dostlar cinsiyyəti bildirir, dişliyi bildirir. Xatunluq başqa şeydir. Aydındır mı? Xatun olan, özünə hörmət edən qadın ədəbli küçük uşağın yan yana oturmaz. Teymur Əminbəyli bəzi küçük uşaqların yığıb ətrafına neçə vaxt məni söydürür orada. İndi başlayıb ki, yox, mən söymüyün, çıxardıram, nə edirəm. Yəni işi görəndən sonra, fitləri salandan sonra, şəxsi münasibətləri pozub, xalq parlamenti içərisində virus yeridəndən sonra artıq tədbir görməyən bir mənası yoxdur. Və tezliklə orada da özləri görəcəklər kim kimdir. Ben bunu deməyə borçluyam. Çünki yüzlərlə, minlərlə insan var, seçicilər var. Məndən tələb edirlər ki, sən burada belə danışsan, o adam elə danışır. İnsana saçbaş qalır, mövqeyi qoy ortalığa. Bu da mənim mövqeyim. İstəyirəm, xalq bilsin. Teymur Əminbəyli və onun rəhbərlik etdiyi bu qrup Azərbaycan Xalq Parlamentinə qarşı onu parçalamaq üçün təxribat edən bir qrupdur. Onlara dəstək verənlər də eyni yanlışlıqdadırlar. Reqlament fenizmini pozurlar, qanunları pozurlar. Özləri bilərlər. Hər halda Xalq Parlamentinin rəis heyəti və Xalq Parlamentinin sağlam qüvvələri bu barədə 6-cı gün öz qiymətini verəcəkdir. Gecəniz xeyrə qalsın. Allah band olun, sağ olun. Sabah saat 21:00-da mütləq və mütləq yenə də Aləm Firdimdə olun.